Dünyada müəllim necə olmalıdır? İllərin təcrübəsini bizimlə bölüşməyinizi sizdən xahiş edirik. Yəni müasir dövrdə müəllim necə olmalıdır? Müəllimlərə tövsiyələriniz nədən ibarətdir? Bu fikir ətrafında sizinlə həmsöhbət olacağıq. Daha sonra isə müəllimlər əllərini qaldıraraq suallarını verə bilərlər, həmçinin şərh bölməsində yaza bilərlər. Və Misir müəllim söz sizdədir. Buyurun başlayın. Çox sağ olun, təşəkkür edirəm. Məni hər zaman olduğu kimi bu gün də unutmayan sizə və bizə qoşulan müəllimlərə təşəkkür edirəm. Axşamınız xeyir olsun deyirəm. Yeni ilin birinci ayının son gününün son saatlarını yaşayırıq. Axşamınız Arzu xeyir, edirəm ki, hörmətli müəllim. axşamınız xeyir. Arzu edirəm ki, bu 2026-cı il hər birimiz üçün uğurlu və xeyirli olsun. Dövlətimiz, millətimiz, xalqımız üçün və ən başlıcası isə müəllimlərimiz üçün uğurlu, xeyirli olsun inşallah. Mənə siz deyəndən sonraki belə bir tədbir keçirəcəyik. Əlbəttə mən biraz imkan oldu, hazırlaşam ki, nə deyə bilərəm bugün müəllimlərimizə, hörmətli müəllimlərimizə. İlk növbədə mən dünyanın tanınmış insanlarının müəllimlər haqqında dedikləri sözlərdən bəzilərini seçmişəm. Onları olduğu kimi sizin diqqətinizə çatdırmaq istəyirəm. Sonra da müasir müəllim necə olmalıdır o məsələyə toxunmaq istəyəcəm. Və əvvəlcə onu deyim ki, bugün müəllim məsələsi doğrudan da bizim cəmiyyətdə ən çox toxunulan, ən çox müzakirə olunan, ən çox hallanan, əsaslı, əsassız, yəni müəllimə, bu dəqiqə hamı müəllimdən, imtahandan, şagirddən, bu bir tərəfdən yaxşıdır ki, müəllim cəmiyyətin diqqət mərkəzindədir, ancaq eyni zamanda yalnız mənfi şeylərdən danışdıqlarını işləndə mən də əsəbləşirəm, yəqin siz də. Nəysə, mən ilk növbədə onu demək istəyirəm ki, bizim müqəddəs kitabımız olan Quran-ı Kərimə görə müəllimlik ilahi bir missiyadır. Və ilk müəllim elə Allahın özüdür. Məhəmməd Peyğəmbərimiz isə demişdi ki, mən millətim olaraq göndərildim. Mən müəllim olaraq göndərildim millətim üçün. Ən xeyirli insan öyrənən və öyrədəndir. Bu da Məhəmməd Peyğəmbərin sözləridir. Sonra bizim xalqımızın yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Nizami Gəncəvi deyir ki, elm öyrən çünki elm insanı ucaldar. Müəllim isə o ucalığın yolunu açan insandır. Bu da Nizaminin sözüdür. Sonra Aristotelin belə bir maraqlı sözünü tapdım mən. O yazır ki, müəllim olmaq ağlı işıqlandırmaq sənətidir. Sonra Ulu Öndər Heydər Əliyevin belə bir yeni sözünü mən tapdım. Onun çıxışlarından müəllim cəmiyyətin ən şərəfli peşələrindən biridir, müəllimlik. Heydər Əliyev çox şey deyibdi, mən şəxsən eşitmişəm, ancaq mən bugün bunu seçə bildim. Mustafa Kemal Atatürk isə deyib ki, müəllimlər yeni nəsil sizin əsəriniz olacaqdır. Tamamilə doğru bir fikirdir. Sonra burada var Albert Einstein'in sözü, görün nə deyir, çox maraqlı deyir. Müəllimin əsas vəzifəsi faktları öyrətmək deyil, düşünməyi öyrətməkdir. Almaz xanım indi gördüm, salamlayıram səni. Çoxlarınızı tanıyıram, yavaş-yavaş yəqin daha çox tanıyıram. Və burada 4 nəfər bir araya gəlir. Nigar Eynallı, şimdi bilmirəm. Sonra Lev Tolstoy'un belə bir sözü var. Yaxşı müəllim ömrü boyu öyrənən müəllimdir. Bu da çox gözəl bir sözdür. Sonra Tagor'un belə bir sözünü götürmüşəm. Müəllim şam kimidir. Bunu yəqin bilirsiniz. Özü əriyir, başqalarına işıq verir. Victor Hugo isə deyir ki, bir müəllim bir xalqın gələcəyini dəyişə bilər. Fikir verin. Görün müəllimə nə qədər yüksək qiymət verirlər. İndi 2 nəfər müasir pedaqoqun biri Amerikalıdır, John Dewey adında bir adamdır. 52-ci ildə rəhmətə gedib. O görün nə deyir.
O görün nə deyir. Müəllim öyrənmə prosesinin təşkilatçısı kimi dəyərləndirməlidir. Təhsil həyata hazırlıq deyil, məhz həyatın özüdür. Müəllim isə bu həyatın bələdçisidir. Və nəhayət sonuncu bir Braziliyalı bir alimin, filosofun mən sözünü çox xoşuma gəldi, götürdüm. Müəllim yalnız öyrətməz, o həm də azad düşünən insan formalaşdırır. Yəni bu sözləri mən sizə dedim. Burada indi müəllim necə olmalıdır, müasir Azərbaycan müəllimi barədə müəyyən şeyləri mən sizin diqqətinə çatmaq istəyirəm, çatdırmaq. Müasir müəllim yalnız öz fən biliklərinə malik olan şəxs deyil. Eyni zamanda pedaqoq, tərbiyəçi, ünsiyyət meyilli, müasir texnologiyalardan istifadə etməyi bacaran milli dəyərlərimizin daşıyıcısıdır. Müasir təhsil islahatları və qlobal çağırışlar fonunda müəllimlərdən aşağıdakı tələbləri ödəmək gözlənilir. Burada birinci qeyd olunur ki, peşəkar bilik və metodik sərişliyə malik olmalıdır müəllim. Yəni, tədris etdiyi fənni ilk növbədə dərindən bilməlidir, sevməlidir və sistemli şəkildə onu davamlı olaraq öyrənməlidir. İkincisi, müəllim kurikulumun məqsəd və nəticələrini anlamalıdır. Çox təəssüf ki, hələ bizdə çox adam kurikulumu yaradanlara söyən müəllimlər də var. Hətta təəssüf ki, belə şeylər də var. Müasir təlim metodlarını müəllim, yəni interaktiv problem əsaslı, layihə əsaslı təlim üsullarını tədrisdə tətbiq etməyi bacarmalıdır. Şagirdin yaş və psixoloji xüsusiyyətlərini nəzərə almağı bacarmalıdır müəllim. Şagirdin fərdi xüsusiyyətləri ilə yaxından tanış olmalı və ona uyğun yanaşmalar qurmağa çalışmalıdır müəllim. Şagirdlərdə motivasiya yaratmağı bacarmalıdır. Münaqişələrin pedaqoji yolla həllinə nail olmağı bacarmalıdır. Şagirdlərin duyğularını, hisslərini, düşüncələrini və vəziyyətlərini anlamalı, səbir və ədalət prinsipinə sadiq olmaq müəllimin ən əsas vəzifələrindən biridir. Sonra müasir devirdə rəqəmsal biliklər, informasiya texnologiyalarından istifadə, ondan yararlanmaq, onlayn və hibrid dərslərin təşkili də müəllimin əsas bacarıqlarından biri olmalıdır. Süni intellekt və rəqəmsal resurslarla yaxından tanış olmalıdır və onlardan məqsədyönlü istifadə etmək bacarığına malik olmalıdır müəllimlərimiz. Və davam edirəm. Bilirsiniz də şagird, valideyn və məktəb rəhbərliyinlə müəllim arasında münasibət yaxşı qurulmasa, o müəllimin işinin yəni irəliyə getməsindən danışmaq olmaz. Təəssüf ki, mən nazir olanda da, ondan əvvəl də, lap bu günün özündə də açığını sizə deyim, elə bil, hər birimiz harasa qaçırıq, tələsirik. Əsasən, inciməyin məndən, müəllimlər cədvəldə olan dərsini deyir və qaçır evinə gedir, düzdürmü? Əslinə qalsa, mənim fikrimcə və bilən adamların dediklərinə görə, mən demirəm ki, müəllim bütün günü məktəbdə olmalıdır və yaxud oturmalı kimsə gün. Mütləq. Həm eyni fənni tədris edən müəllimlər, mənim fikrimcə, həm də yaxın qonşu fənləri tədris edən müəllimlər hökmən görüşməlidirlər. Öz fənlərinin tədrisi ilə bağlı, proqramlarla bağlı, nəsə kimsə deyəsən, qulaq asmaq istəmir. Səsləri bağlayaq, zəhmət olmasın. Və yaxud da etiraz mı eləyir, bilmirəm. Yox, səs açıq idi, bağladıq. Yəni, o çox vacib məsələdir. Mən bunu həmişə demişəm və yenə sözüm üstə qayıdıram ki, müəllimlər arasında, özlərinin arasında müəyyən münasibət qurulmalıdır. Müəllimlə məktəb direktoru, müəllim yoldaşı, müəllimlə valideyn arasında hökmən münasibət olmalıdır və bu münasibət könüllü şəkildə davam eləməlidir. Sonra burada qeyd olunur, hökmən müəllim ana dilini yaxşı bilməlidir,
vətəninin, millətinin tarixini yaxşı bilməlidir. Ətrafında baş verən hadisələrlə gündəlik tanış olmalıdır. Milli mənəvi dəyərlərimizə hörmətlə yanaşmalıdır. Dövlətin dilinə, mədəniyyətinə e, yəni o sahədə biliyi olmalıdır və uşaqlarla bu barədə danışıqlar aparmaq bacarmalıdır. Şagirdlərlə vətənpərvərlik, mədəniyyət və etik davranış formaları barədə söhbət etməlidir. Ölkənin qanunlarına, insan haqlarına, cəmiyyətin dəyərlərinə hörmətlə yanaşmalıdır. Evet. Yuxarıda biraz bəlkə də dedim, müəllim nə qədər bilsə də hər gün öz fənninlə bağlı yeniliklərlə tanış olmalıdır. Şükür Allaha indi internet resursları var, süni intellekt var və s. Yəni da demək olar ki, çox kitab axtarmağa da ki, ehtiyac yoxdur. Hər şey internetdə var. Yəni müəllim hər gün öz fənninlə bağlı yeniliklərlə tanış olmalıdır. Mənim bildiyimə görə yəqin ki, siz də bununla razısınız. Özlərində işləməlidir. Təlimlərdə, seminarlarda iştirak eləməlidir mütəmadi olaraq. Baş verməkdə olan elmi pedaqoji yenilikləri davamlı olaraq izləməlidir. Öz davranışlarını, düşüncələrini, hisslərini və gördüyü işi şuurlu şəkildə analiz eləməlidir. Ondan düzgün nəticə çıxartmalıdır. Nə etdim, necə etdim, düzgünmü etdim, yoxsa nə isə dəyişməyim lazım, bu barədə gündəlik təhlil aparmalıdır. Bir misal burada yeri gəlmişkən çəkmək istəyirəm. Əvvəllər də demişəm, bəlkə də kim üçünsə təkrar ola. Yəni müəllim də təxminən bir aktyor kimi, bir müəllimlik bir sənətdir, aktyor kimi. Təcrübəli müəllimlərim, mənim özüm də görmüşəm dəfələrlə, ilk növbədə qarşıdan gələn dərsə bir gün, 2 gün əvvəl ciddi hazırlaşmalıdır. Bir çox hallarda elə adamlar var ki, deyir ki, mən bunu 20 ildə deyirəm, həmən şeydir da. Bu qətiyyən doğru deyil və bir misal gətirmək istəyirəm. Bilmirəm, indi burada riyaziyyat müəllimləri var mı içinizdə? Bizim universitetdə 80-ci, 70-ci illərdə, 60-cı illərdə Məcid Rəsulov adında bir adam vardı. Bilmem tanıyan var mı, onu eşidən ad var mı burada? Məcid Rəsulov akademik idi. Şəkili var mı bu ətrafda? Qəbələdən olan olsa bəlkə tanıyam. Tanımadı. Heç kəs tanımır, eləmi? Evet. Məcid Rəsulov adında bir alim var idi. Rusiyada o zaman təhsil almışdı, elmlər Riyaziyyatçıydı da Misir müəllimi. riyaziyyatçıydı, özü dünyada da məşhur olan riyaziyyatçıydı. O özü Şəkidən mənə idi da. necə? Şəkidən idi də o deyəsən. Şəkidən. Şəkidən. O özü mənə danışırdı ki, deyir, biraz cavan vaxtım idi. Özünün riyazi fizika tənliləri kitabı var idi, xarici ölkələrdə çap olunmuşdu. Bir dəfə məni koridorda tutub, böyük tənəffüs idi, bunu danışdı ki, bəs mən həmişə nə qədər bilsəm də, bacarsam da, bu şeyləri özüm yazmış olsam da, sabahki dərsə bir gün əvvəl, 2 gün əvvəl hazırlaşmalıyam hökmən. Nəysə deyir, günlərin birində mənim deyir, bir aspirantım müdafiə eləməli idi. Müdafiə elədi, müdafiə çox yaxşı keçdi və o zaman banket deyilən bir şey var idi. Müdafiədən sonra yeyib içməyə gedərdilər. Qohum əqraba, müəllimlər və s. Mən də getdim deyir. Orada biraz da deyir içdim. Evə biraz gec gəldim. Kitabı açdım ki, sabahki mühazirəyə baxam. Gördüm ki, yorulmuşam. Dedim əşi, bunu neçə ildir deyirəm, nə böyük şey deyəcəm. Nəysə deyir, səhər tezdən durdum, getdim mühazirəyə. İndi bilmirəm, var mı məktəblərdə? Elə otağın qapısını açanda deyir, gördüm ki, Allah rəhmət eləsin, Maqsud müəllimdən Sultanov Rüstəm qapıda dayanıblar. Maqsud müəllim bəlkə tanıyırsınız, bilmirəm. O da bizim çox böyük müəllimlərdən biri olub. Rüstəm müəllim də sonra bizim prorektor oldu, o tanınmış adam. Dedim, deyir, salam əleyk, dedilər ki, bəs Məcid, sənin açıq dərsinə gəlmişik. Yəqin bilirsiniz də, hər müəllimin açıq dərsinə gedəndə istər-istəməz həyəcanlanır. Nəysə, nə deyəcək, dedim, bir buyurun, keçdilər, oturdular. Təbaşiri götürdüm, o zaman təbaşirdi yazı taxtası. Başladım riyaziyyatdan nəsə bir teoremi ispat eləməyə. Bir 10 dəqiqə, 15 dəqiqə getmişdim. Baxdım ki, səhv eləmişim.
Demək, bir məqamda deyir, səhv eləyir, o səhvi davam elə getmişəm. Tər deyir məni bastı. Ani olaraq fikirləşdim ki, ən gözəl bizlik, atalar misalı var, düzlükdür. Çevrildim arxaya, dedim deyir uşaqlar, üzr istəyirəm. Öz onda kitab yox idi, o kitablar. Uşaqlar yazırdılar deyilənləri. Bəs mən bura səhv getmişəm. Pozdum onu deyir. Pozdum və başladım təzədən yazmağa. Vaxtında da bitirdim. İndi düşdük deyir kafedraya mənim dərsimi müzakirə eləməyə. O zaman böyük müəllimlər var idi. Təəssüf ki, indi elə adamlar ya azdı ya da yoxdur. Maksud müəllim deyir, soruşdu ki, Rüstəm, nə qiymət verirsən bugünkü dərsə? Rüstəm müəllimlə dedi ki, deyir, bəs o səhv olmasa hər şey yaxşı oldu. Maksud müəllim çox böyük adam idi, mənə dərs keçib o. İndi görün, sizin gözləmədiyiniz söz deyir Maksud müəllim. Deyir, Rüstəm, sənin səhvin var. Elə dərsin ən gözəl yeri o müəllimin o səhv etməyi və səhvi vaxtında düzəltməyi. Axıra can düz getməyi oldu. Çünki qoy tələbələr də bilsinlər ki, müəllim də robot deyil, o da səhv eləyə bilər və o müəllim yaxşı müəllimdir ki, səhvini etiraf edir və vaxtında onu düzəldə bilir. Siz inanın ki, mən sizə deyim indi, bəlkə çoxumuz elə həmin ruhdasınız. O devrin müəllimləri bizdən imtahan götürəndə, indikilər kimi, indiki çox müəllimlər kimi, mən bu günlərdə o məsələyə kafedrada toxundum, elə bil, uşağın üstünə müstəntiq kimi gedirlər. Ancaq o devirdə biz imtahan verərkən, Allah'ın olsun, həm də öyrənirdik. Və yaxud da müəllim sualı elə qoyurdu ki, cavab da onun içində olurdu. Ona görə də, indi mən keçəcəm o hissəyə ki, ona görə də təhsildə, bütövlükdə cəmiyyətdə qiymətləndirmək ən vacib məsələdir. Bilmirəm, indi vəziyyət necədir? Vaxtilə mən nazir işləyəndə bu məsələyə çox ciddi yanaşırdıq. İndi bilmirəm nə tərdir. Mən yadımda qalanları sizə demək istəyirəm. O zaman belə idi də. Biz üç cür qiymətləndirmədən danışırdıq. Onun biri diagnostik qiymətləndirmə. Bilmirəm, indi bundan söhbət gedir, getmir. İkinci formativ qiymətləndirmə. Üçüncü də summativ. Elə idi mi? Almaz xanım Bəli, elə idi. bilmədim. İndi Bəli, də elədi, hal-hazırda yoxsa da- indi Bəli, də indi də elədi. elədi. Bəli, bəli. indi də elədir. Bəli. Ona görə də bu çox vacib məsələdir. Məsələn, diaqnostik qiymətləndirmə deyəndə, yəni əsl müəllim, əsl məktəb, onun məktəbinə ayaq basan hər bir şagirdin məktəbə hansı baza ilə gəlməyini bilmək lazımdır. Bəli, bəli, ölçürük. O birinci ölçüdür. Yəni yolun başlanğıcıdır. Yəni o sistemin təməlidir. Bilməlidir ki, bu hansı ailədən gəlir, bilməlidir ki, bunun ata-ana münasibətləri necədir, bilməlidir evdə neçə uşaq var, bu uşaq indiyə qədər nəyi bilir. Ondan sonra buna uyğun yol xəritəsi qurmalıdır. O da formativ qiymətləndirmə deyir, elə deyil mi ona? Doğrudur. Formativ qiymətləndirmə tədris prosesində gedən qiymətləndirmədir. Doğru. İndi bilmirəm, valla o zamanı necə xatırlayırsınız. O zaman belə idi ki, mən nazirliyə gələndə, ondan da biraz əvvəl 5 ballı qiymətləndirmə yadınızdadır mı? Bəli, doğru. Və gündəlik şagirdin, təhsil alanın işə gəlib getməsi, işə yox et, bağışlayın, dərsə gəlib getməsi, dərs prosesində, tədris prosesində fəaliyyəti demək olar ki, rəsmi nəzərə alınmırdı. Elə idi mi? Ona görə biz əvvəla ilk növbədə çox ballı qiymətləndirmə sisteminə keçdik. Sonra dedik ki, hökmən təhsil alanın dərslərdə iştirak eləməsi, ən azı gəlib getməsi, fəallığı da hökmən nəzərə alınmalı. Bu formativ qiymətləndirməyə daxildir. Sonra da summativ qiymətləndirmə də siz məndən yaxşı bilirsiniz, mövzu başa çatanda, fəsil başa çatanda və yaxud da semestrin sonunda summativ qiymətləndirmə keçir. O zaman mən xatırlayıram, böyük summativ, kiçik summativ var. İndi var mı belə bir şey? Var. Var, BSG müəllim, var. BSG də var, summativ kiçik də var, Böyük böyük də summativ var. kiçik. Kiçiyi də, böyüyü də məktəbdə mi aparırlar?
Bəli, Bəli, bəli. bəli. Belə yəni bu təsirdə çox müəllimin nüfuzuna mənə belə gəlir ki, ən çox təsir edən məsələ onun ə, sinifində olan şagirdləri qiymətləndirməsidir. Yəni o qiymətləndirmə ədalətli olmalıdır. O qiymətləndirmə düzgün olmalıdır. O qiymətləndirmə heç bir başqa amildən asılı olmamalıdır. Zəngəllər mənə çöndürdü. Bax, bu məsələ mənə belə gəlir, bugünkü müəllimin və məktəbin əsas vəzifələrindən biridir. Eyni zamanda müəllimin geyimi, bağışlayın mənə, geyimi, getməyi, gəlməyi, danışmağı, müəllimin uşaqlara münasibəti, müəllimin valideynlərlə münasibəti müəllim üçün mənim fikrimcə bir nömrəli məsələlərdən biridir. Ancaq təəssüf ki, əksər hallarda biz bunları unuduruq, elə deyilmi? Bəli, müəllim. Geyim əsaslı faktordur. Geyim də əsas faktorlardan biridir. Geyim də əsas faktorlardan biridir. Yəni müəllim cəmiyyətdə o adı qorumaq üçün nümunə olmalıdır. Hər şeyindən nümunə olmalıdır. Mən bir dəfə təzə nazir təyin olunan vaxtı, bugün kim yadımdadır, 18 nömrəli məktəbə getmişdim. 5 mərtəbənin yanındakı məktəb yadınızdadır, Tanrıs yaxında. Adı yadımdan çıxdı, Allah rəhmət eləsin. Oranın bir yaxşı məktəb direktoru vardı. Sonra məktəb müəllim oldu. Vaqif müəllim yadıma düşdü. Vaqif müəllim mənə bir nəfəri təqdim elədi. Bağışlayın olduğu kimi deyəcəm. Xanım, Misir müəllim, bəs bu tərbiyə işləri üzrə mənim müavinimdir. Bugün kim yadımdadır? İndi bilmirəm, qadın bilmişdi ki, nazir bu məktəbə gələcək, bəzənib düzənmişdi. Yoxsa elə həməşə oydu. Vaqifi çəkdim, dedim ki, bunun geyimindən mən bir tərbiyəlilik görmürəm. Bu nə tərbiyəvi işlər üzrə direktor müavini olacaq. Yəni təəssüf ki, belə hallarda var. Mənə belə gəlir ki, düzdür, forma da vacibdir, ancaq əsas məzmun önə çəkilməlidir. Bax, bu müəllimlərdə bugün bəlkə də çatışmayan ən vacib məsələdir. Müəllim yenə deyirəm, geyiminlə, gedişinlə, gəlişinlə, məktəbdə, həyatda, ailədə davranışınla nümunəvi bir şəxs olmalıdır ki, cəmiyyət ona hörmət eləsin. Ən bizim çox çatışmayan məsələlərimizdən biri bax budur. Demək olar ki, mən bildiklərimin xeyli hissəsini dedim. Təkrar yenə deməliyəm. Ən vacibi bir də sayıram ki, müəllim öz tədris etdiyi fənnin bilgisi olmalıdır. O fənn üzrə gündəlik, aylıq, illik, dünyada, ölkədə baş verən yeniliklərlə tanış olmalıdır. Müəllim hamıya qarşı ədalətli olmalıdır. Onda müəllimin hörməti olacaqdır. Ona görə, yəni, bilmirəm, mən bir neçə il bundan qabaq müəllim nüfuzunla bağlı 525-ci qəzetdə bir neçə məqalə yazmışdım. Təəssüf ki, çox təəssüf ki, bugün, dünən də belə idi, bəlkə sırağa gündə belə idi ki, müəllimin nüfuzu getdikcə aşağı düşür. Etiraf eləməliyik, razısınız məndən? Bəli. Müəllimin nüfuzu Bəli, müxtəlif səviyyələrdə günbəgün, ay aşağı düşür və bu çox pis şeydir ha. Çox pis şeydir. Hamı müəllimdən danışır. Yaxşı müəllimi yada salan yoxdur. Düzdür, əsl müəllimin yaxşısı pis olmaz, ancaq elə bir seçif xüsusi müəllimləri, müəllimi hörmətli, müəllimi adına yaraşmayan adamları ortalığa çıxardı və müəllimi hörmətli saxlanırlar. Buna yol verməmək lazım. Bilmirəm, valla, vaxtilə mən istəydim bir əsassız hücumlardan qorumaq üçün bəlkə bir qurum yaratmaq lazım. Mən bilmirəm bunu necə eləmək olar. Bax, bunu eləmək lazım. Hökmən. Çox yaxşı olar ki, belə bir ictimai təşkilat olsun ki, müəllimi qorusun. Çünki müəllimin üstünə hücum. Və bugün məni bir yaşlı adam kimi, çox şey görmüş, bağışlayın adam kimi, başına çox iş gəlmiş adam kimi ən çox fikirləşdirən də odur ki, bugün biz
təhsil qanununda, təhsilin dövlət standartlarına yazılsa da ki, bizim təhsilimizin əsas vəzifəsi cəmiyyət üçün şəxsiyyət hazırlamaqdır. Elə deyilmi? Mən səhv eləmirəmsə belədir də. İlk növbədə şəxsiyyət yönümlü təhsildir bizim təhsil. Belə olmalıdır. Ancaq mən hesab edirəm ki, bugünkü bizim təhsilimiz şəxsiyyət yönümlü yox, imtahan yönümlü təhsil. Baxın sosial şəbəkələrə, baxın jurnallara, qəzetlərə, televiziya verilişlərinə, hamı imtahandan danışır. Nə qədər imtahan vermək olar? Neçə dəfə imtahan vermək olar? Müəllim, üzr istəyirəm müəllim. Bu imtahanlar artıq 5 yaşlı uşaqlardan tutmuş, 55 Yox, 60 səhvim var ha yaşlı qızım, səhvim var ha. müəllimlərə qədər. Ay qızım, bağçaya gedən uşaqla imtahan götürürlər. Bəli, hətta 5 yaşda, yəni bağça 0-3 Bəli, yaşdan bəli, başlayır. yəni, Üzr istəyirəm, bəli, yəni mənim asıl bunu da fikrimcə Rus sektorda. imtahan məsələsi bizim təhsilin, indi hamınız yaxşı bilirsiniz də, Yaponiya bizdən ən azı 100 il qabaqdadır da. Nəyin hesabına? Təhsilin hesabına. Onlarda birinci 4 ildə nə imtahan var, nə bizim kimi parta var, nə bizim kimi dərs var, nə bizim kimi bir şey var. Ancaq görərə gedib çıxırlar. Ona görə də, bax bu imtahanla bağlı çox təəssüf ki, mən açığını deyim də 15 il nazir işlədim, sonra da 13 ildə bu institutda direktor oldum. Bu neçə il eləyir? 28 il. Bu işlə nə qədər mübarizə aparsam da hər zaman məğlub oldum. Etiraf edirəm, hər zaman məğlub oldum. Səbəbini bilirəm, ancaq burada deyiləsi deyil. Yəni imtahan, nə qədər imtahan getirmək olar başladı. Belə şey olar. Dünya baxsınlar da, görsünlər ali məktəbə necə qəbul olunur. Və onun üzündən də bizim uşaqların əksəriyyəti daha çox imkanı olan ailədən olan uşaqların mən deyərdim ki, bəlkə də 80% xaricə gedir. Və Müəllim, imkan olan, olmayan hamısı xaricə qaçmağa çalışır. hamısı Çünki xaricə qaçır və yaxud da ən vacibi də mən sizə deyim, yenə təkrar bəlkə də olur, uşaqlarımız xəstə olur, repetitor yanına getməkdən xəstə olur. Ola bilər mənlə razı olmazsınız, ancaq mən şəxsən özümün ailəmdə başıma gələn hadisəni deyim ki, mənim nəvələrim imtahan verərkən, əgər mənim kimi müəyyən mənada həm maddi imkanı, həm deyək ki, nüfuzu olan bir adam kimi babası olmasaydı, onlar çox ağır xəstəliyə düşüb və müalicə olunmazdı heç. İnanın ha. Bir uşaq bir gündə 4 müəllimin yanına gedir. Özü heç bir mənası yoxdur. Quru əzbərçilik, imtahandan sonra hər şey yaddan çıxır və uşağın beynində daha yer qalmır. Ona görə mən fikirləşirəm ki, belə şeylərin qarşısını yalnız ümumi fikirlərlə bəlkə də almaq olacaq. Təəssüf ki, yenə nədənsə cəmaatın əksəriyyəti susur, yeri gəlində danışmır və çox təəssüf ki, bu işlər belə də davam edir. Valideynlərlə bağlı da, yəni düzdür, bugünkü müzakirəmiz valideynlərlə bağlı deyil. Müəllimlə valideyn münasibəti də çox vacib bir məsələdir. Təhsildə valideynlər də bilməlidirlər ki, onlar müəllimdən artıq məsuliyyət daşıyırlar. müəllim, şagird, valideyn üstbucağı müəllim. Bəli, o üstbucaqda əsas məsuliyyət valideynin üzərinə düşür, mənim fikrimcə. Çünki uşaq, deyək ki, 10 il, 11 il bir məktəbdə oxuyandan sonra o müəllimə onun aidiyyəti yoxdur. Müəllim uzaq başı fəxr eləyə bilər ki, mən falan vaxt dərs edeyim, uşaq belə bir oldu. Ancaq valideyn, onun valideyni daim onunla bir yerdədir, ömrü boyu. Ona görə də valideyn öz məsuliyyətini dərk eləməlidir. Bilməlidir ki, təkcə uşağı dünyaya gətirmək yox, onun bütün təhsilində də müəllimlə bərabər o da məsuliyyət daşıyır. Hələ bəlkə də biraz çox. Bax belə, bilmirəm nə qədər mən söhbət elədim. Dərsliklərlə bağlı da hər halda müəyyən fikirlərimi söyləmək istəyirəm. Uzun müddət
elə mən işləyəndə də nə qədər cəhd eləsəm də bəlkə də çatmadı vaxtım. Dərsliklər, yəni məsələn götürək tarix dərsliklərini də. Düzdür, mən bugünkü dərsliklərin necə olduğunu bilmirəm. Ancaq e, bütün dünyanın tarixini biz işləyirik, uşaqlarımıza öyrədək. Buna ehtiyac var mı görəsən? Ancaq Azərbaycanın tarixini öyrədib başa çatdıra bilmirik. Məsələn, küçüyə çıxıb bir 10 adamla Azərbaycanın böyük bildiyimiz adamlarını soruşaq, deyəcəklər heç birini tanımır. Azərbaycan tarixinin vacib hadisələrini soruşsan, deyəcək xəbərim yoxdur. Onda sənin keçdiyin tarix kimə lazımdır? Və yaxud da tarix imtahanının suallarına elə şeylər salırlar ki, onun Azərbaycanla, bizim millətimizlə heç bir əlaqəsi yoxdur. Yəni, bu məsələlər də hər halda mən düşünürəm ki, müəllimlər, indi burada məktəb direktorumuz, direktorlarımız da var, sözü keçən adamlar da var. Bu məsələlər ön plana çəkilməlidir və müəllimlər əsas hədəf olduqları üçün bu məsələdə fəal olmalılar həmişə. Təşəkkür edirəm diqqətinizə görə. Hayəsən, mən bu qədər. Buyursunlar. Suallarınızı verə bilər müəllimlər. Buyurun. Buyursunlar. Məmnuniyyətlə mən hər Əlinizi bir müəllimin qaldırın səsini sırayla. eşitməyə, ən azı səsini eşitməyə, cavab verməyi bilmirəm. Səsini Axşam olar sual verim. Buyurun. Həm bir valideyn kimi, həm bir müəllim kimi Misir müəllimə bir sualım var. Misir müəllim, riyaziyyatçı olaraq mənə bir dənə sualıma cavab verin, xahiş edirəm. Fəza fiqurları, həndəsi fiqurlar neçənci sinifdən keçilməyi məsləhətdir? Həndəsi fiqurlar. Valla, mən bu prosesdən xeyli müddətdir biz uzaqlaşmışam. 13-14 il xeyli. Ancaq mənim fikrimcə, mən özümün orta məktəbdə oxuduğum illəri xatırlayıram. Biz oxuyanda həndəsə fənni var idi. İndi deyəsən yoxdur da həndəsə. İndi riyaziyyat da hamısı. Elə deyil mi? Riyaziyyatçıdır. Elə deyil mi? Almaz xanım. Riyaziyyat, Bəli, müəllim. Bəli, Yoxdur, bəli, yoxdur. düzdür. hamısı riyaziyyat adlanır da kitabların. Mənə belə gəlir ki, hər halda fəza fiqurları yuxarı sinifdə keçirilməlidir. Bəlkə də biz hardasa o 10-cu sinifdə keçilər yəqin ki. Mənə belə gəlir ki. İndi neçədə keçilir? İkinci sinifdə. İkinci? Maşallah. Olmaz abi. Öyle... Mən sizi görmürəm. Kimsə siz göstərin görmürəm. Libar xanım mıydı? İkinci sinifdə fəza fiqurları, həndəsi fiqurlar, silindir, konus, yəni piramida hamısı keçirilir. Axşamınız xeyir Misir müəllim. Hətta Mən- məktəbə qədər təhsildə belə keçirilir. Biz uşaq bağçalarında da onu keçirik. Fəza fiqurları. İkinci sinifdə silindir keçilir. Bəli, bəli, bəli. Bəli. Bəli, ikinci sinifdə keçirik bizdə. Əvvəldən də belə keçilirdi. Xeyr, müəllim, keçirilməyib əvvəldən. 5-ci, 4-cü sinifdən təməl qoyulurdu, uzaqbaşı 3-cü sinifdən. Ondan sonra Mənə da belə gəlir, yəni mənə orada belə da gəlir ki, mənə belə gəlir 4-də çox tezdir. Fəza fiqurları gec başlasa yaxşıdır. Müstəvinin üzərində ayaq üstə durub sonra fəza keçmək lazımdır. Mən belə düşünürəm. Bu Həmin dərs Qabaqlar bir bağçada e, qoyulur. ayrıca bir bu dəqiqə deyim sizə, həndəsənin sonunda keçirdilər. Həndəsə ilə trigonometriyanın tətbiqi, bilmem, xatırlayan var mı elə şey? bəli, bəli, bəli. Yox yəqin ki. Qabaqlar trigonometriya fənni var idi ayrıca. Bir də stereometriya fənni var idi. Onu xatırlayan var mı görəsən? O bizim dövrdə olmuyor. Yox yəqin ki. O yuxarı siniflərdə keçilərdi. Sizin sualıma mənizə cavabım odur ki, 4 nədir? Bəlkə də onu 7-də, 8-də o haqda məlumat vermək olar. Minnətdaram, çox sağ olun. Buyurun, sıradakı iPhone 13. Sualı olan iPhone 13 buyursun. Salam, Xeyir axşamınız xeyir. Hamını salamlayıram. Aha, hər Eşidilir? vaxt. Bəli, bəli, buyurun, Bəli. sualınızı deyin. Sualım Misir müəllimədir. Misir müəllim burada görmək çox xoşdur. Misir müəllim, sizə sualım budur ki, ümumiyyətlə kolleclərdən pedaqoji ixtisasları yığışdırırlar.
Sizcə buna münasibətiniz necədir? Yəni pedaqoji ixtisaslar nə üçün yığışdırılır? Məktəbə qədər əvvəllər ibtidai sinif yığışdırıldı, götürüldü. İndi isə məktəbə qədər təhsili götürürlər. Sizcə bu düzgündürmü kolleclərdən bu ixtisasları götürülməsi? Mənə belə gəlir ki, məktəbə qədəri götürməsələr yaxşıdır. Məktəbə qədər qalsa yaxşıdır da o birisini düzgün evlər götürmək. Çünki o kolleclər, yəni qabaqlar biz buna texnikum deyildi. Niyə yaranıb o texnikumlar? Vaxtilə 30-cu illərdə, 40-cı illərdə ali məktəb yaratmaq çətin idi. Hər yerdə ali məktəb yaratmaq da olmurdu. Və müəllim də yox idi. İndi bilmirəm, siz bilirsinizmi? Əvvəllər 7-ci sinifi qurtarmış adamlar həmin məktəbdə ibtidai sinifdə dərs deyilmişlər. Daha çoxdur, səfir. Müəllim olmayanda. Mən xatırlayıram, Allah keçən də rəhmət elə, atam danışırdı ki, 7-ci sinifi qutaranlar gedib ibtidai məktəbdə dərs deyirdilər. Sonra texnikumlar kütləvi açılıbdı. Azərbaycanın əksər yerlərinin təhsil tarixinə baxsanız, məqsəd ondan ibarətdirmiş ki, demək, sürətlə savadsızlığı aradan qaldırmaq. İnsanlar yazıb oxumağı bilmirdilər və o zaman da hökumət məcbur idi ki, tez insanlara yazıb oxumaq qabiliyyətini versinlər. Ona görə nəinki texnikumlar, müəyyən savad kursları açırdılar və s. Texnikumlar onun hesabına yaranır. Mənə belə gəlir ki, hər halda məktəbə qədər təhsillə bağlı kolleclərin hələlik saxlanılması düzgün olar. Bilirsiniz, ən maraqlı onun adı deyil. Adına istəyirsən kollecdə, istəyirsən universitetdə, istəyirsən nə deyirsən də. Ən maraq əsas odur ki, sənin o müəssisəni qutaran adamın sabah uşaq bağçasına gedəndə orada bir iş görə bilsin. Söhbət ondan ibarət daha. Adını nə qoyursan qoy. İndi məsələn, mən gəlmişəm Bakı Dövlət Universitetində riyaziyyatın tədrisi metodikası kafedrasından bizim kafedra birləşib. İndi mən bir aya yaxın ora gedib gəlirəm, imtahan devridir, düzdür, hamını çox görə bilməmişəm. Görürəm ki, tamamilə yanlış yolla gedilib indiyə qədər, açığını deyirəm. Heç metodika ilə əlaqəsi olmayan adamlar riyaziyyatın tədrisi metodikasını dəstəyir. Və yeri gəlmişkən onu da deyim ki, Sovet devrində Azərbaycanda metodika ilə məşğul olan bir bəylər müəllim vardı, Ağayev, Allah rəhmət eləsin. Siz tanımazsınız onu, bəlkə kitablarını görürsünüz. Bircə nəfər oydu ha. Onu da çox adam hesaba almırdı ki, deyirlər ki, bu kimdir ki? Ancaq əslində qalsa, təhsildə metodika həlledici bir fənn olmalıdır. Biz müəllim yetişdirməmiş, yaşını sizə deyim. Elə bir ataların bir kobud məsələsi var, deyir ki, keçəl başda dəlləhlik eləmək. Elə bir get-gedə öz-özünə təkmilləşərək o yaxşılar müəllim olub, pislər də sıradan çıxıb gedib. Açığı böyle olub ha. Yəni müəllim hazırlığı aparılan bir şey əməlli başlı bir şey olmuyor. Bir-iki həftə pedaqoji praktika gedir, o da heç şey. Yəni yenə deyirəm ki, əsas ad deyil, əsas məzmundur və oranı bitirən adamın hansı bacarıqlara yiyələnməsindən bağlıdır. Çox sağ olun Müsir müəllim, çox təşəkkür edirəm. Düzgün vurğuladınız ki, əsas Buyurun. müəssisənin adı deyil, hazırlanan kadrdır. Bəli, əsas kadrdır. Bəli, onun potensialıdır, göstərəcəyi mövqedir. Çox sağ olun, təşəkkür edirəm Müsir müəllim. Məsələn, bir misal deyim də, vaxtilə bir Nurlan xanım Əliyeva var idi. O pedagojik, Sabir adına pedagojik texnikumun direktoru idi. İndi yaşayır, Allah can sağlıq versin. O məktəbə hamı Nurlan xanımın məktəbi deyirdi. Mən dəfələrlə o məktəbdə olmuşdum. Məzmununa deyənmərəm, ancaq girirdin oraya əsl Azərbaycan müsəlman məktəbi. Qızlar əksəriyyəti, gözəl, səliqəli, səhmanlı. Yəni, əsl məktəbidir. Məsələn, Nurlan xanım oradan universitet rektoru gedəndə mən ondan dedim, nahaq gedibsən. Elə burada işləsən daha yaxşı olur. Sonra öz onu təsdiqlədilər. Buyurun. Buyurun, təlimçi pedaqoq xanım, Sual buyurun. verə bilərəm. Müəllim, bir sual vermək istəyirəm. Deməli,
Bu Sovet devrində mən özüm də birinci sinifə o yaşda başlamışam. Məsələn, 7 yaşından da. O vaxta qədər uşaqlar bağçalarda olurdular. İndi artıq məsəl üçün 5 yaşından uşaq məktəbə qədərə gəlir, 6 yaş tamam olan kimi də məktəbə gedir. Sizcə Sovet devrində o qalsaydı, elə olsaydı yaxşı olardı, yoxsa indiki sistemlə gedirmək düzgündür? Mənə belə gəlir ki, indiki sistem daha məqsədə uyğundur. Mənə belə gəlir ki, niyə belə gəlir mənə? Çünki hətta indi son zamanlar belə söhbətlər gedir ki, alimlər sübut ediblər ki, və yaxud da eləməyə çalışırlar ki, indiyə qədər biz deyirdik, bir sutkamız 24 saatdır. İndi bilmirəm, yəqin sizin də məlumatınız var. Deyirlər ki, bir sutka 18-19 saata düşüb. Yəni Bəli, elə müəllim. bil, elə bil çox sürətlə gedir həyat. O baxımdan da bir tərəfdən də bu İKT vasitələrinin həyata belə daxil olması, indi də süni intellekt daxil olur. Ona görə nə bilim, bu mənim fikrimdir ki, elə bir uşaq tez yetişir. Bilmirəm, mən bunu kobud mu deyirəm, yoxsa düz mü deyirəm. Elə bir uşaq tez yetişir. Ona görə də 7 yaş mənə belə gəlir ki, çox gecdir. 6 yaşdan başlamaq, elə 5 yaşdan da əgər biz bu işi yaxşı qura bilsək, məktəbə hazırlıq təşkil edə bilsək, bağçalarımızın vəziyyətini, orada işi yaxşı qaydaya sala bilsək, çox yaxşı olardı. Mən çox xarici ölkələrdə olmuşam. Bir dəfə də Cənubi Koreya getmişdik. Orada mən bir bağçaya getdim. Onların deyimində uşaq bağçasına. Uşaq bağçasının müdürü ölkənin ən tanınmış professoruydu. İndi sizə sual edirəm. Bizdə professor uşaq bağçasına gedər işləməyə. Xeyr, müəllim. Yox, təbii ki, özünə yaraşdırmaz. Bilirsinizmi, sıxışdırmaz elə bil özünü. Bəli. Özünə sıxışdırmaz, yaraşdırmaz. Əslindən qalsa, uşaq bağçası da təhsilin fundamentidir. Ora professor getsə daha onda getmir. Yəni cəmiyyətimiz belə formu, çox təəssüf ki. Misir müəllim, olar sual verim. İndi Buyurun. siz yəni özünüz də dediniz də bir neçə ölkələr gəzmisiniz də. Amma bizdə daha çox məktəbə qədər də bir Sinqapur təhsilinə önəm verilir. Bir də Fin üsuluna, Finlandiya üsuluna. Sizcə sizə görə daha uygunu hansı olardı? Hansının tətbiqi daha uyğun olardı? Mən Singapurda da olmuşam, Aha. Finlandiyada da olmuşam. Hər ikisi dünyada təhsilin ən yüksək səviyyədə olan ölkəsidir. Ancaq mənim qəti fikrimdir ki, Singapurun standartını gətirib Azərbaycanda tətbiq etsən, bil ki, məğlub olacaqsın. Heç bir nəticə əldə etməyəcəksin. Çünki onu gətirib birbaşa tətbiq eləmək istəyən adamlar təhsilin nə olduğunu bilmirlər. Təhsil təkcə kitabdan ibarət deyil. Təhsil təkcə məktəb binasından və sinif otağından ibarət deyil. Təhsil cəmiyyətin formalaşdırdığı bir sistemdir. Yəni, əgər bu uşağın valideyni də Singapurdan gətirəcəksə, ona görə də öyrənmək olar. Ancaq mənim dəfələrlə deyim, fikrim odur ki, ola bilər Finlandiyanın təhsil sistemini Azərbaycana gətirmək istəyirlər. Mən olsam əgər, o sistemi Azərbaycanın 5 məktəbində tətbiq eləyərəm. Bir neçə il bunun monitoringini apararam, 4 ildən sonra onu eləyərəm 3 rayonda. Görsəm yenə müsbət də eləyərəm bütün az. Yoxsa birdən-birə onun kitabını gətir Azərbaycan məktəbinə ver, mən bunun əleyhinəyəm. Çox sağ olun. Müəllim, çox üzr istəyirəm, bir sual da vermək istəyirəm. Biz bircə dəqiqə xanım, yəni söhbət təkcə müəllimdən getmir. Söhbət bunun atasından, anasından, söhbət bunun ətrafında olan adamlardan, söhbət çox şeydən gedir. Sən onun hamısını Singapurdan gətirə bilərsən, o başqa məsələ. Onu gətirə bilməzsən axı. Buyurun. Çox sağ olun. Bilmirəm, mənim fikrimlə razısanmı Kəmal xanım? Anladım Razı sizi. Çox deyərdim. sağ olun.
Razı olmanı da demədin. Ola bilər ki, yarım razı, yarım razı. Yo yo tam razı oldum. Çünki bəzi təlimlər var ki, və yaxud orada bildirirlər ki, tutaq ki də təlimçi mən Sinqapur təhsili ilə belə öyrədirəm, məktəbə hazırlığı, mən Finlandiya üsulunu belə öyrədirəm. Sadəcə belə çaşbaş qalmışdım ki, hansı daha uyğun olar. Ona görə siz Hər də ikisi yüksək səviyyədə də qızım. Ancaq ora Bəs- Singapurdur, orada Finlandiyadır. anladım. Bura isə Azərbaycan. Azərbaycandır. Çox Oradan sağ olun. şagirdlər Və gətirən bilin ki, Misir bax siz müəllim dedi. cavansınız, qızım, Bəli. siz cavansınız. Aha. Mən ali məktəbdə oxuyanda, dissertasiya yazanda Finlandiyanın cəmi 3-4 milyon əhalisi vardı o zaman. Finlandiyanın bütün ərazisinin əksəriyyəti bataqlıqdır qızım. Hı. Finlandiyada bir dənə ağacı da kəsməzlər. Onlar Rusların ağaçlarını götürürlər. Bax, Sovet dövründə yaxşı kişi paltarı finski idi. Atadan anadan soruşa bilər. Yaxşı ayaqqabı finski, yaxşı kağız finski, yaxşı yağ finski. Bir balaca ölkə bütün dünyanı təmin edirdi. Onların Nokia firması var. Hı hı. İndi yox, bir 15 il bundan qabaq dünyada ən geniş yayılmış telefon şəbəkəsi idi. Hı hı. Ona görə də Finlandiyadır. Sən gəl Finlandiya, sən hələ öz neftinə məlli başlı istehsal eləmirsən ha qızım. Buyurun. Məndə hələ də Nokia-dır. Çox sağ olun Müslüm Zaten müəllim cavabınız üçün. Çox sağ olun, minnətdaram. Buyurun. Sağ olun. Axşamınız Xanım xeyir. buyursun. Olar bir sual verim? Bəli, buyurun. İndi Sinqapur təhsilindən danışdıq. Mən bilmək istəyərdim Misir müəllimi Montessori barədə, təhsili barədə. Yəni Necə? indi tətbiq Montessori, Maria Montessori'nin tətbiq elədiyi sistem var idi. Onunla bağlı fikriniz, yəni maraqlıdır mənə. Yenə qızım, Montessori. orada bütün bu sistemlərdə mənim şəxsən fikrim belədir ki, yəni təhsil elə bir sahədir ki, birincisi orada inqilab eləmək olmaz. Bunu hamı bilmək. O inqilabi dəyişiklik olmaz. İkincisi, hər hansı bir ölkənin təhsil sistemini gətirib bizdə qurmaq yaramaz. Təhsildə hər bir işi fasiləsiz yetirməklə aparır. İşte öyrənmək yaxşı şeydir, öyrənmək olar. Tətbiq də eləmək olar. Ancaq bütünlüklə Azərbaycan təhsilinə onu gətirmək birdən-birə mən şəxsən düzgün hesab eləmirəm. Ola bilər ki, bir özəl Çox məktəbdə, təşəkkür ederim. məsələn, Bakıda Avropa məktəbləri var. O müstənilən ölkənin Finlandiyanın mı, Singapurun mu təcrübəsini tətbiq buyursun eləsin. Ancaq ölkədə bütün çətin olar. Bəli. Çox sağ olun, minnətdaram cavabınız üçün. Buyurun, Vaxtınız xeyir növbəti olsun. sual olan buyursun. Zəhmət Sualım- olmasa əl qaldıranlar sualından başlayaq. Siz də əlinizi Ah. qaldırın, o şəkildə gedək. Sualım Misir müəllim sizədir və mənim üçün çox maraqlıdır sizin cavabınız. Bayaq vurğuladınız ki, müəllim özünü təkmilləşdirməlidir. Bəli, bu sertifikasiya ilə bağlı istəyərdim deyəsiz. Çünki sertifikasiya hazırlaşan müəllimlərdə bir məqamı görürük ki, sertifikasiya imtahanı olmasa demək olar ki, nə öz ixtisasını təkmilləşdirməyəcəkdir, nə də metodika cəhətdən çalışmayacaqdır. Çünki elementar şeylər var ki, əksəriyyəti bunu bilmir. Siz bu müəllimlərin, işləyən müəllimlərin imtahandan keçməsinə necə baxırsınız və mənim fikrimlə nə dərəcədə razısınız? Zəhmət olmaz. Bircə dəqiqə imtahandan keçməsinə necə baxıram? Bəli, işləyən müəllimin imtahan olunmasına necə baxırsınız siz? Həkimlər necə olur? Deyim, mən fikrimi başqa yerlərdə bildirmişəm, burada da bildirmək istəyirəm. Ümumiyyətlə, yəni o sertifikasiyada verilən suallara mən bəzilərinə baxmışam və bir dəfə demişəm, yenə demək istəyirəm. O sualları yazan adamlara həmin şəraitdə o sualları versən, onlar oradan müsbət qiymət almayacaqlar. Mən buna əminəm. Ona görə də o şeyi tətbiq edərkən biraz ehtiyatlı olmaq lazım. Ancaq əlbəttə bunun müsbət tərəfləri də var ki, müəllim biraz və bağışlayın məni özünü yığışdırır. Müəllim müəyyən şeylərlə... Ancaq əgər müəllim repetitor yanına gedib sertifikasiya imtahanından keçəcəksə, ondan mən yoxam. Bir də deyirəm, müəllim sertifikasiyadan keçmək üçün repetitor yanına gedirsə, o boş mənasız bir şeydir.
Çox sağ olun, təşəkkür edirəm. Bir də Növbəti bu sualım. yaxınlarda bir Bəli. nəfər, bilmirəm baxdınız mı, məni Real TV-yə çağırmışlar. Bir nəfər də təhsil ekspertindən. Dedi ki, son illərin müsbət nəticələrindən biri odur ki, 30 min müəllim işdən çıxıbdır. Mən də ekranda ona dedim ki, sən buna müsbətçi baxırsan. O 30 min adamın yerinə kim gəlib? Heç onu bilirsən, dedi bilmirəm. Dedim, bəs onda niyə danışırsan sən? 30 min müəllimin işdən çıxmağı bəyən müsbət aldı. Onu doğru vurğulayırsınız Misir müəllim. Çünki o demək deyil ki, imtahandan və müsahibədən keçibsə, mütləq onun psixologiyası və yaxud da savadı yüksək səviyyədədir. Çünki bunun şahidi Yalnız sən dediklərin deyil. Onun gedişi, gəlişi, digər şeylər yerindədir. Onu sən imtahan eləyənməzsən axı. doğrudur. İmtahana gələn gün ola bilər ki, hər şey yaxşı olsun. Ancaq onun bayra çıxanda nələr çıxacaq, o bəlli deyil axı. Ona görə də müəllimi mənə belə gəlir ki, o cür sınaqdan keçirməyi mən ümumiyyətlə doğru hesab eləmirəm. Yaxşı olar ki, müəllim haqqında necə ki, məsələn, bax, deyək ki, məsələn, ali məktəb tələbələrinə qiymət verəndə gündəliyini, aylığını, gedişini, yəni o formativ qiymətləndirmə ki, yəni müəllimi də qiymətləndirərkən o şeydən istifadə olunsun. Valideynin və şagirdin ona münasibəti, onun şagirdlərinin nəticələri nəzərə alınsın. Yoxsa sən ondan 2 saat imtahan götürməklə o müəllimi qiymətləndirirsən də bu düzgün deyil mənim fikrimcə. Doğru. Müəllimin fəaliyyəti qiymətləndirilməlidir. Bəli. Nihat, Pəri Çox Dəmirçizadə var. Sualını versin. Burada bir nəfər yazıb ki, müəllim iki ölkənin adını bilmirsən, ona necə baxacaq, o müəllim deyil ki. çoxdur, burada necə oturmuram. Get çox içəri gəlirəm. O müəllim deyil ki. Doğrudur. Ha. Buyursunlar növbəti suallarımıza. Buyurun. Xanım, Salam, hər vaxtınız xeyir olsun. Hər birini salamlayıram. Mən təşəkkür eləyirəm bizimlə belə səmimi söhbətiniz üçün. Belə bir sual vermək istəyirdim. Son günlərdə belə bir məlumat verildi ki, ədəbiyyat fənni birləşdiriləcək mədəniyyət adı altında tarixlə. Vay, vay. Bununla bağlı fikrinizi öyrənmək istəyirəm. Yəni nə qədər realdır və Azərbaycan ədəbiyyat müəllimlərinin aqibəti necə olacaq həmçinin Mənim tarix? dediklərimi eşitdin mi? Eşitdim müəllim, amma Vay, bu sualda vay. nəsə diqqətlə Vay, basmaq vay, lazımdır. Kifayət deyil o. sual verəcəkdim. Deyirəm, vay. Diqqətlə qulaq asın. Misir müəllim, əlavəniz var suala? O nə deməkdir? Nəysə. Çox təəssüf. O şeyləri eləmək üçün sual verənə deyirəm İlhamıya, o şeyləri təhsil cəmiyyəti ortalığa atmalıdır. Hansısa bir vəzifəli şəxsin deməyinlə ki, filan şey birləşdirək, onunla təhsil olmaz. Onu bir müəllimlər cəmiyyəti, ağlı başında olan adamlar, həyatını təhsilə həsr eləmiş adamlar, tanınmış məktəb direktorları bir yerə yığılar, deyər ki, nə, belə, o başqa məsələ. Yoxsa bir məmur desin ki, sən filan fənni filan, bunu ağaca calaq vurmaqdır bu. Elə şey olar. Düzdür. Oldu müəllim, təşəkkür eləyirəm. Razıyam mənim fikrimlə. Minnətdaram. Heç inanırsınız, mən düzdür, mənim vaxtımdan başladılar ki, riyaziyyat olsun, hətta sonra dedilər fizikada. Mən ona da razı deyiləm bugün. Çünki bizim sistem bunun üstə qurulub ki, əvvəldən belə idi da, ibtidayda hesab idi, sonra gəlirdi cəbir, elə deyilmi? Sonra gəlirdi həndəsə, nə bilim, trigonometriya. Bunun da hərəsini deyən ayrı müəllimlər var idi. İndi bunun bir adamın deməyinlə, səlcə bunun hamısını birinə ver, görüm onu deyə biləcəkmi? Ona görə də yenə deyirəm, təhsildə hər hansı bir addım atarkən, ataların misalı var, 100 ölçüb, bir dəfə biçmək lazım. Müəllim, mən olar sualımı verim. Buyur. Müəllim, bu yuxarı siniflərdə, məsəl üçün, mənim də evladım 11-ci sinifdir, amma bu ilə aid deyil, bilirəm ki, gələn üçün nəzərdə tutublar. Yəni,
İmtahanlarda kütləvi şəkildə belə deyək də, əsasən ingilis dilinin üzərinə düşürlər. Xüsusi dəyişikliklər edirlər. Siz buna necə baxırsınız müəllim, bu sistemlərin belə dəyişikliklərinə? Axı uşaqlar, yəni neçə ildir bu indiki sistemlə gələ-gələ imtahan verirlər də. Birdən-birə bu sistemi dəyişmək, yenidən xəbər versə də nə dəyişəcək, necə olacaq bu? Ay qızım, mən sizin suala səhərdən cavab vermişəm elə. Yəni Olmaz, bilmirəm. olmaz. Olmaz. Yəni bugün deyilən ki, məsələ gələn il imtahan belə olacaq, mən o fikirlə razı deyiləm. Bunu ən azı 4-5 il qabaqdan bu şey hazır olmalı. Bir də indi düzdür, dünyada ingilis dili geniş yayılıb, nə bilim nə olur, o lap yaxşı olsun. Ancaq ilk növbədə özümüzdən, öz dilimizi bilməliyik. İlk növbədə. Doğrudur. Sizin suala mən cavab vermişəm. Yəni təhsildə inqilabi yolla getmək olmaz. Çox sağ olun. Xanım Seyid Əmirova buyursun. Axşamınız xeyir, Misir müəllim. Mən belə bir sual vermək istəyirəm. Deməli, biz yeni məzun olaraq, 20-21 yaşlı gənclər olaraq, müəllimlər olaraq, problemimiz belədir ki, vakansiya yerləri azdır. Ondan sonra bizdən çox təcrübə tələb eləyirlər. Bunu dövlət məktəbləri yox, özəl məktəblərdə də beləçinə dövlət məktəbindən onsuz da biz deməli dövlət imtahanı verməliyik, MİQ verməliyik ki, bura girə bilək. Amma bu problemlərlə qarşılaşırıq və cavan müəllimlər olaraq işsiz qalırıq, təcrübə yığa bilmirik. Yenidən bizdən 21 yaşımız var, amma bizdən təcrübə istəyirlər. Hansı ki, bu il qurtarmışıq ya ötən il bitirmişik universiteti. Bu haqda nə düşünürsünüz? Nə məsləhət görə Mən bilərsiniz? valla elə mənim bu son günlər düşüncəm ondan ibarətdir ki, mütləq ali təhsildə ciddi işlər görülməlidir. Mən məsələ bilirsiniz də, lap nazir olanda da, indinin özündə də özüm ailəmizin bazarlığını, evin, hər şeyini mən eləyirəm. Nə qədər ali məktəb tutarmış adamların bazarda müxtəlif işlər gördüyünün mən əyani şahid olmuşum. Lazımdır bu Azərbaycana. İndi mənim işlədiyim mexanika riyaziyyat fakültəsində mənə dedilər ki, bir ildə 100 neçə adam riyaziyyat müəllimliyinə qəbul olunur. O yeri ayıran adam bilirmi ki, 5 ildən, 4 ildən sonra bu adam qutaranda harada işləyəcək? Çox təəssüf ki, bilmir. O elə oranı doldurmaq istəyir, sinif də yox, dərs demə, müəllim də yoxdur. Ona görə də bu iş mütləq bu sahədə ciddi iş görülməlidir. Yəni, ali məktəb diplomu almış adamın işlə təmin olunması ən vacib məsələlərdən biridir. Biz təəssüf ki, uzun illərdir diplom veririk, ancaq o diplom almış adamın hara qəbul olmağı bəlli deyil. Dünyada yaxşı ali məktəb, o ali məktəb sayılır ki, onun məzununun hamısı işlə təmin olunur. Ən yaxşı ali məktəb, o ali məktəb sayılır ki, onun məzununun aldığı əmək haqqı filan qədərdən aşağı deyil. Bizdə isə bu məsələlərə baxan yoxdur. Ona görə düşünürəm ki, bu məsələ hökmən ciddi araşdırılmalıdır. Niyə universitetdə 6 il oxuyub, magistr dərəcəsi almış müəllimlik ixtisası adam, birincisi niyə gedib imtahan verməlidir təkrar? İkincisi də niyə yer olmamalıdır bunun işləməsi üçün? Əslində qalsa, o oxuduğu müddətdə əvvəlcədən məlum olmalıdır ki, bu harada gedib işləyəcək. Onda sənin təhsilin istənilən keyfiyyətə layiq ola bilər bizim. Təşəkkür Axşamınız edirəm, xeyir. cavabınızı verirəm. Buyurun. Salam müəllim. Salam. Haradasınız görmürəm. şad Əlini oldum. qaldırsan görərəm. Üzr istəyirəm, əlimi qaldırmışam əslində. Xanım, Almaz xanım sualını verəcək. Zəhmət olmasa növbənizi Almaz xanımı gözləyin. görmürəm. Hara getdi? Burada da Almaz xanım buyursun. Almaz Həsrət. Çox sağ olun. Şükürlər olsun. Təşəkkür edirəm. Əziz və dəyərli ziyalımız, professorumuz Misir Mərdanov, sizi görmək, təkrar dinləmək nə xoş bizə. Və mən bir balaca İki təəssüf dəfə vəzifədən istəyirəm. çıxandan sonra 2 dəfə deyəsən Almaz xanımın məktəbində olmuşam. Var Elə mi? olasınız. Vəzifədən
mən çıxandan sonra niyə siz məni o qədər dəyərləndirmisiniz ki, mənim ən adi kiçik bir uğurlarımı, ən adi kiçik bir dərslərimi dəyərləndirmisiniz. Sağ Respublikada olun. tanınmağıma birbaşa siz mənə dəstək olmusunuz. Ən yaxşı müəllim müsabiqəsi, əməkdar müəllim, dərslik müəllifləri qədər siz mənim əlimdən tutub o qədər dəyər vermisiniz. Sizə minnətdarlığım sonsuzdur. Özünüz layiqsiniz. Subut Və eləmişsiniz. mən təəssüf hissi bilirsiniz nəyə görə keçirdirəm? Ola bilər bu gəncimiz Həsən bəy yenidir. Bilirsiniz, mənim elmi işim də onlaynla bağlı idi. Distant təhsil, onlayn görüş, vebinarlar, odur, budur. Mən 21:00-da sizin təliminizə sevinə-sevinə qoşulmuşam. Arada bir siz ki, çıxış eləyirdiniz, təsdiq almaq üçün deyirdiniz, elədimi Almaz müəllimə? Mən hə deyəndə mikrofonumu bağlayır. Hə deyirəm, mikrofonumu bağlayır. O xanım, yo, moderator mən Həsən deyiləm. bağlı, Həsən nə olursun? Yo, Həsən moderator deyil burada. Həsən təxribatla Olsun. məşğulsan. Bəli, Yo. bəli. Azər müəllim də məni tanıyır, mənlik bir şey yoxdur. Azər də müəllimləri sevən bir adam. Mən Ha. sizi Bəli, görürəm. bəli. Misir müəllim, yəni biləsiniz ki, mən cavab verirdim, mənim mikrofonumu bağlayırdılar. Ona görə mən O daha səs artıq sakit gəlməməsi üçün idi, Almaz xanım. O mənlik deyil ha, yəni deyim. bildim. Axı qarşı tərəf bizim təsdiqimizi gözləyəndə biz mütləq şəkildə bir dənə hə yoxdur bildiririk də, yəni doğrudur. Bir də nə demək istəyirdim? Mən heyrətləndim, bilirsiniz niyə? Mənim əziz və dəyərli ziyalı müəllimim, Misir müəllim, 100-ə yaxın, halbuki bax bu saata 100-ə yaxın insan sizi dinləyir və Elə 100 təəssüf hissi nəfərdir. nəyə keçirdirəm? Mövzumuzun adına baxıram ki, müasir təhsildə müəllimin roludur və biz sizi mətnində bunu dinlədik, bunun bütün nüanslara toxundunuz ki, müasir təhsildə müəllim necə olmalıdır və bizim də bu məzmunu dərk edib ona uyğun suallar ünvanlamalıydıq. Mən təəssüf hissi keçirdirəm ki, ümumiyyətlə təlimin mövzusuna uyğun olmayan suallar sizə ünvanlandı. Ona görə də vaxtınızı alırıq. Bu axşam Eybi yox, canı saatını sağ olsun, olmasın. yoruruq. Yəni mən indi əmin oldum ki, həqiqətən də doğrudan bizdə dinləyib anlamamız zəifdir. Yaşımıza, başımıza baxmayaraq. Çünki sizin mövzu başqadır. Biz başqa suallara, başqa prizmadan baxırıq. Bir də əziz və dəyərli Misir müəllim, böyük məmnuniyyətlə gözləyirik fevral ayında sizlə olan real görüşü. Həqiqətən siz hardasınızsa, şəxsən mən öz adımdan deyirəm, özüm, məktəb kollektivimiz adından biz buradayıq, qoşulan müəllimlərimiz var. Siz harda sizi olsanız, səbirsizliklə harda bir gözləyirik. çıxışınız olsa, biz gələcəyik, yanınızda olacaq. Çünki həqiqətən də dəyərli bir insan və ziyalısınız. Müəllim müasir məktəbdə, yəni necə olmalıdırsa, mən onu belə deyə bilərdim. Sizdən görüb götürdüklərimi özümə əxs edib, onu da ötürməyə özümə borc bilirəm. Həm mədəniyyəti, həm ziyalılığı, savadlılığı, o deyirsiniz, geyim tərzi, o davranışımız, hamısı ondan irəli gəlir. Bir də nə xoş mənə ki, mən nə xoşbəxt insanam ki, təhsil cəmiyyəsində, indi burada məni dinləyən digər həmkarlar da var, valideyn var, qoşulanlar var, Həsən bəy, siz də varsınız. Mənim elmi Çox sağ olun. işimdə nə xoş mənə ki, Allah mənə o şansı verdi ki, dəyərli ziyalı insan, elmi iş müdərriçisinin biri bizim Misir Mərdanov oldu. Mənim elmi işim informasiya kommunikasiya texnologiyalarını istifadə etməklə informasiya mədəniyyətinin formalaşdırılması idi. Baxın, burada əl qaldırılmadan söz deyən müəllimlər var idi. Müəllimələr, hər bir şeyin ünsiyyət mədəniyyəti var. Onlayn görüşündə ünsiyyət mədəniyyəti var. Yəni, Misir müəllim çıxış edirsə, biz mikrofonumuzu açıq qoymamalıyıq, bağlı saxlamalıyıq. Əgər təsdiq üçün nəsə səs istəyirsə, 2 dəqiqəli, 2 saniyəli açıb biz hə-yoxumuzu bildirmək. Bunun Ona özü görə sizdə də problem olmuşdu, Almaz xanım az əvvəl. ünsiyyət mədəniyyətidir. Bəli, onlayn ünsiyyət mədəniyyəti. Ona görə də şəxsən mən özüm öz adımdan deyirəm, ailəm adından deyirəm ki, sizə təşəkkür edirik Həsən bəy bu görüşü təşkil elədiyiniz Çox sağ üçün. olun. Və Misir müəllim, sizə Allahdan möhkəm can sağlığı arzulayırıq. Və ailə adından sizə biz o qədər, necə deyim, minnətdarıq ki, nə yaxşı ki, biz sizin təhsilinizi görüb gəlmişik. İndiki bəzi müəllimlərimizi mən görürəm, biraz heyfim gəlir onlara. Çünki onlar, necə deyim, biraz bulanlıq mühitdədirlər. İndi inşallah bəlkə o dururlar, nə olar? Amma ki, Yaxşı olar, həqiqətən Allah darıxmış qoysun, yaxşı olar. təhsildir.
qarışıq təhsildir. Bilirsiniz, bilmirik hansından öyrənək, hansını tətbiq edək. Amma köhnə vaxt ifadə var idi. İndi dinləyib, anlayıb esse yazdırmaqdır. İfadədir də o. Köhnə Sovet dövründə, Bəli, köhnə ifadə biz deyirlər, məktəb ifadə. dövründə, Bəli, bəli, bəli. yəni oxuyurdular, kitabı müəllim bağlayırdı, deyirdi indi nə Bəli. yadınızda qalıb, yazın. Biz onunla öyrənirdik. İndi biraz adını dəyişdirmişik. Dinləyib anlama qoymuşuq. Video gərək telefondan uşaqlar dinləsin. Amma bizim müəllimin nitqi ilə canlı dinləmə o başqa idi. İndi onu ötürmüşük kompüterlə dinləməyə. Yəni belə bir şeylərdir. Yəni bizim təhsil sizin təhsildir əslində. O sizdən gələn təhsili biz köçürmüşük monitora. Yəni kompüter texnologiyasına. Elədir, Bunlar elədir, da elədir. İnşallah sizlə böyük məmnuniyyətlə görüşəcəyik, sevərəkdən İnşallah gələcəyik görüşəcəyik. kollektiv olaraq. Sizə minnətdaram. Sualım yoxdur, yormayaq da Misir Sağ müəllimi. olun. Çünki o Yox, dəyərli valla Almaz xəyalımız. xanım və bütün müəllimlər, indi saat 10 olur. Mən Bəli, qətiyyən yorulmamışam. maşallah. Allaha and olsun. Həftədə bəlkə də 2-3 dəfə müəllimlərlə müxtəlif olimpiyadalarda oluram. Elə bil Var ki, o olasın. mənə yeni bir ömrümə ömür qatır. Bu gün də bu bir saatı sizlə əllərini qaldıranlar var, hamısını dinləyəcək, narahat olmayın. Bəli. Sevinirəm ki, Azərbaycan müəlliminlə bir yerdəyəm bu gün də. Allah hamımızı xoşbəxt eləsin. Bax, istəyirəm bu müəllimənin, 3 nəfər, baba, 1, 2, 3. Sara Həsənova, Ellada Saqiyeva, bir də Günel Rəhimova, eləmi? Yo, 4 Bəli. nəfər. Rəqsana Yunusova. Əllərini qaldıranlar var. Ha, Həsən, onlar Bəli, bəli. desinlər da. Bir Növbədə, desinlər. hazırda Tünzalə Həsənovadır növbədə. O Buyursun. verir. Buyurun. Axşamınız xeyir Misir müəllim. Dəyərli vaxtınızı bizim üçün ayırdığınız üçün sizə birinci növbədə təşəkkürümü bildirirəm. Və hal-hazırda, yəni məktəblərdə sertifikasiyaya bütün müəllimələr cəlb olunur, amma biz 2026-cı ildə bağça müəllimləri də cəlb olunacaq. Və siz bununla razısınızmı? Yəni ilk dəfə təlim olmadan bağça müəllimələrinin sertifikasiya olunmasına necə baxırsınız və özdə bağça müəllimələrinin öz məvacibi hesabına, yəni hal-hazırda mən özüm, yəni öz məvacibim hesabına təlimlərə cəlb olunuram. Yəni bunu Dövlət Təhsil Naziri bunu ilk növbədə bağça müəllimlərini təlimə cəlb edib, ondan sonra məncə sertifikasiya olsa daha yaxşı olardı. Siz buna necə baxırsınız? Əvvəlcədən Vallahi təşəkkür edirəm. mən o xəbəri eşidəndə ki, müəllim pul ödəsin təlimə, dedim, bağışlayın məni, bu yazıq müəllimə nə verirsən ki, o da onun təlim ödəsin. Qabaqlar var idi, hamınız bilirsiniz da, müəllimləri təkmilləşdirməyin üstü var idi, ya nə bilim nə var, onların hamısını ləğv elədilər. Mənə belə gəlir ki, o şeylərin pulu olması qəti düzgün deyil. İndiki vəziyyətdə müəllimdən pul alıb onu təlimə göndərmək mən şəxsən düzgün hesab eləmirəm. Hesab eləmirəm. Gündə xarici ölkələrdədir vəzifəli adamlar. Biraz da az geçsinlər. O pulu ayırsınlar bu cəmaatın təliminə daha. Dünya dağlar. Düz demirəm Almaz xanım. Düzdür. Vallahi. Bu müəllimin nəyi var ki onun şeylər? Buyurun. Buyurun. Çox sağ olun. iPhone adı kullansın. Var olasınız Misir müəllim. Tamamilə doğru deyirsiniz. Var olun. iPhone adlı kullanıcı var, buyursun. Hı -hı. Salam, axşamınız xeyir Misir müəllim. Buyurun. Axşamınız xeyir bir daha. İlk öncə onu deyim ki, həqiqətən çox həyəcanlıyam. Mən keçmişə qayıtdım bu təlimə qoşulanda. Ona görə ki, mən 5-ci sinifdə oxuyanda Misir müəllim səhv eləmirəmsə Təhsil Nazirliyindən artıq ayrıldı. O vaxtlarda mən gəldim ki, mən dərs oxumayacağam. Çünki Misir müəllimi həmişə yaxşı qərarlar verirdi bizim üçün. Təhsil müəssisəsi üçün çox yaxşı qərarlar verirdi deyə. Həmişə dedim ki, bir dəfə müəllimlə ünsiyyətdə olsaydım çox şad olardım. Dünənləri bir müəllim atıb linki, çox sevindim. Və sizə sualım ondan ibarət olacaq ki, mən özüm gənc kadram, 24 yaşım var. Mən həmişə müəllimlik oxumaq arzusunda olmuşam. Sadəcə olaraq ingilis dili tərcüməyinə qəbul oldum. Amma 7 ildir repetitor fəaliyyəti göstərəm ingilis dili üzrə. Sadəcə sizdən bir söz soruşmaq istərdim ki, bilirsiniz ki, ikinci təhsil, əlavə təhsil hal-hazırda aktivdir. Orada niyə görə bəs pedaqoji ixtisaslara yer vermirlər? Aydın de görün, başa düşmədim qızım.
Deyir, niyə pedaqoji təhsilə yer verilmir? İkinci Niyə Harda? pedaqoji təhsil. ikinci təhsildə yer verilmir? Hə, onu bilmərəm mən. Bilmirəm niyə yer verilmir? Bilmirəm. Ali məktəblərdə deyirsən, Bəli, ikinci bəli. Hmm, görünür Var axı. müəllimin pulu yoxdur, ona görə vermirlər görünür. İkinci təhsil, mən bir neçə O zaman ödənişlidir axı. O təhsil ödənişlidir. Ödəməli başda ödəniş istəyirlər. ödəniş 6 istəyirlər. Mən bir əslində dedilər Bakı Dövlət Universitetində var. Dünən zəng vurmuşam. Deyirlər var idi, doldu. Ümumiyyətlə yəni elə bir qərar veriblər ki, özləri də bilmirlər nə edirlər. Biri deyir ki, var, zəng elə deyir, bizdə var. Zəng edirəm Bakı deyir. dövlətdə var deyirlər. Bəli, bəli. Yox, yox. Ay qızım, Bakı dövlətdə heç onun bakalavr deməli baş təhsil. Bəli, bəli. Yoxdur əslində. Sadəcə niyə görə belədir bilmirəm. Valla səbəbini mən dedim, indi razı ola da bilərsən. Bilməyəm, çünki ikinci təhsilə əməlli başlı pul istəyirlər. Yəni rəsmi universitetin kassasına pul ödəməlisən. Bəli, bəli. Mənə belə gəlir ki, hər müəllimin ona gücü çatmaz. Düzdür. Sənin gücün çatar, sənin gücün bəlkə var. Bəlkə pulu çoxdur da. Ola bilər. Yox, yoxdur desən deyil. Yox. Ay müəllim. Yoxdur, kaşca olsaydı. Və sizcə mən yəni ixtisas tərcümə dediyim kimi, amma hazırda repetitor fəaliyyət göstərəm ingilis dili üzrə. Sizcə bu düzgündürmü yoxsa düzgün deyilmi? Amma təbii ki, bu 7 ildə həqiqətən deri əlimə nə düşürsə hamısı təhsilə gedir də, yəni. Çox geniş artırıram, nə bilim, Siz istəyirəm. repetitorlardan məşğulsuz eləmi? Bəli, bəli. Onda sənin imkanın var ki, sən onu da götürərlər. Yox da varlı repetitor deyiləm də. İmkanın var sənin onda. Yox müəllim, varlı repetitor deyiləm. Valla mənə belə gəlir ki, indi o qədər geniş bu IT imkanları var ki, Bəli. istənilən adam süni intellektə çıxandan sonra özü özünə o ikinci təhsili bəlkə də qazana bilər. Ən yaxşı ola bilər ki, təşkil eləyələr, o adamlar gedə imtahan verəs, diplomunu ala. Düzdür. Kəşki. O daha yaxşı olar. Çünki indi mənim məsələn köhnə iş yerimdə köməkçim İqtisad Universitetində o ikinci təhsilə gedir, qutarmaq üzrədir. Mən baxıram ona verilən suallara, bağışlayın, məni heç cürə qəbul edə bilmirəm onu. Yəni, o təhsil deyil artıq. O sadəcə mənim fikrimcə pul yığmaq. Düzdür. O təhsil deyil. Düzdür. Çox sağ olun müəllim cavablandırdığınız Buyur qızım. üçün. Burada Həsən 2 nəfər qalıb, bizdən incəyərlər bunlar. Aynur Allahyar qızıdır deyəsən, buyursun. Yox, mən görürəm burada Əzət Həsən Quliyeva, elə belə bir adam var. Sonra bir də Samsung yazılıb, o kimdir? Yəqin telefon istifadə Bəli, edir. bəli, mən buradayım. Əgər mümkün olarsa, mən də sual vermək istəyərdim. Əzət eləmi? Bəli, Hə. salam Misir müəllim, salam hörmətli Buyur. müəllim yoldaşlar. Misir müəllim, deməli bizdə Azərbaycanda təhsil get-gedə çətinləşir də. Əslində dünya təhsil sisteminə nəzər salsaq görərik ki, dünya təhsil sistemində daha çox praktikaya yer verilir və çalışırlar ki, uşaqlar nə isə bacarsınlar. Bizim uşaqlar isə nəzəriyyədən praktikaya vaxt ayıra bilmirlər. Məsələn, bugün 3-cü, 4-cü sinif riyaziyyat, siz bunu daha yaxşı bilərsiniz də və düşünürəm ki, o kitablar sizin əlinizə də keçib. Hətta iş dəftərlərində bəzi misal məsələlər var ki, onlar biz valideynlərin belə yetərincə vaxtını aparır. Və onlar uşaqları yəni öyrənməkdən çox, praktikada istifadə etməkdən çox sadəcə zaman aparır da. Məsələn, xaricdə belə bir şey var ki, məsələn, uşaqlar riyaziyyatdan, fizikadan maraqlı bir düstur və yaxud da ki, nə isə kəşf etməsi üçün onlara bəzən vaxt belə verirlər ki, məsələn, bir ay o uşaq evdə qala bilər, amma ortaya nəsə çıxaracaqlar da. Bizim amma vaxtımızda necə idi? Şərəf lövhəsi asılırdı. Hətta xaricdən belə qonaqlar gəliblər məktəbə. Görüblər ki, şərəf lövhəsidir. Daha doğrusu onlar bilmir də bu şərəf lövhəsidir. Deyiblər, burada nə qədər şagird şəkli var. Bunu nə üçün siz bura vurmusunuz bu qədər şəkli? Onlar da deyiblər ki, bəs onlar bizim yaxşı oxuyan uşaqlarımızdır. Deyiblər, necə məyər? Siz vəzifə borcunu yerinə yetirən uşaqların şəklini
Nə üçün ora vurursunuz? Deyir, bizdə amma güşələr yaradılır məktəblərdə. Hansısa uşağın fizikadan yaratdığı, fiziki nəzəriyyə əsasında yaratdığı bir məhsulu ortaya qoyuruq və o uşağın adını da onun məktəbdə bir güşəsi olur. Yəni bizim sistemlə onlar o qədər fərqlidir ki, biz düşünürük ki, irəli gedirik, amma əslində geri gedirik. BSG və KSG-lər də qiymətləndirməyə xidmət eləsə də, sadəcə uşaqları bəzən yersiz yormaqdan başqa bir mahiyyət daşımır. Və yaxud da ki, bizim müəllimlərin işə qəbulu artıq ödənişli elədilər. Əgər biz düşünsək, fikirləşsək ki, bu insan işsizdir və işləmək üçün çalışır, işsiz bir adamdan biz ödəniş tələb edirik ki, gəl birinci ödəniş elə, işə qəbul olarsan, olmasan, o sənin öz işindir. Yəni təhsilimizdə o qədər bizim vaxtım, belə deyək də, sizin vaxtınızda biz kitabları sevərək oxuyurduq. Çünki kitabların dili, dərslikdə seçilən mövzular çox qəşəng seçilmişdi. Can nənə bir nağıl dedən tutmuş olsun, riyaziyyatdan olan misallara qədər. Amma biz indi artıq özümüz də çalışırıq yenidən oxuyaq ki, biz onu artıq uşaqlara başa sala bilək. Və yaxud da ki, repetitor yanına uşaqları qoyaq. Bu da təhsildə yersiz xərcdən başqa bir şey deyil. Mən həmişə deyirəm, təhsilə olan yatırım heç vaxt itmir. Amma bizdəki yatırım biraz fərqli olur da. Yəni biz nə qədər qoysaq da görürük ki, o dolmur da. O Biraz yana boşluq gedir, dolmur. değil. Bəli, bəli, biraz o israf olur bizdə. Yəni məktəb Müəllimə daxilində sizinlə qalsa sual vermədim. Həçmiş Məsələləri oldu daha çox. aydınlaşacaq. Mən də səninlə hə, razıyam. Sizlə razıyam mən. Çünki Misir müəllim, mən özüm təlimçiyəm. Təhsil Nazirliyinin rəsmi təlimlərini də keçmişəm. Və mən həmişə müəllimlərin qarşısına çıxanda deyirəm ki, hörmətli müəllimlər, mən bu kitabla bağlı sizinlə görüş keçirdirəm, amma sizdən bir xahişim var. Razı qaldığınız və qalmadığınız məqamları rahat şəkildə çatdırın. Mən bunu kitab müəlliflərinə də çatdıra bilim. Çünki bilirsiniz, müəllim ordusu şagirdin qarşısına çıxan odur və kitabı təqdim edən də, onu öyrədən də odur. Bizdə Bəli. düşünürəm ki, və siz də çox istəyərdim dəstək verəsiniz, belə bir şey mümkün olsun ki, kitablar müəllimlərin ümumiyyətlə məktəblərə təqdim olunmamışdan əvvəl ilk öncə bir neçə versiya müəllimlərə təqdim edilsin. Müəllimlər onu analiz eləsin. Müəllimlər ona bir baxış keçirsin. Həm riyaziyyatdan, həm Azərbaycan fərq etmir də. Baxsınlar, bir baxış keçirsinlər. Sonra o şagirdlərin xidmətinə verilsin. Müəllimin xidmətinə verilsin ki, müəllim, artıq biz bunu öyrənəcəyik. Çünki bizim elə ən başlıca məsələmiz də odur ki, müəllim verilən kitabı deyir ki, artıq bunu nazirlik bizə veribsə, biz də bu qaydada keçməliyik. Müəllim də iyi olsun da Çox yəni. ağırlı məsələyə toxunursunuz. Çətin məsələdir qızım. Əvvəla hamının razı olduğu bir şey hazırlamaq Mümkün qeyri-mümkün deyil. Azərbaycanda. Yox, yəni çoxluq olaraq Misir Bəli, müəllim, o çünki biz çoxluq bilirik olaraq də, eləməyə cəhd hansı eləmək kitab lazımdır. eləyir. Bilmirəm indi onu nə qədər eləyirlər. İndi Allah qoysa yeri gəldikcə biz də bu məsələyə münasibətimizi bildirərik. Çox yaxşı olar ki, e, konkret faktlarla bu məsələni danışasınız. Çox yaxşı olar. Bəli, Məsələn, bəli. riyaziyyat dərsliyində tutaq ki da, Nöqsan bax olaraq. filan paragraf belədir, ya tarixdə belədir. Elə olsa, o şeyləri yığıb bir yerdə məsələn nazirliyə göndərmək olar ki, onlar da nəzərə alsın. Yoxsa ümumi fikirlərlə söyləməklə mənə belə gəlir biz bir yerə gedə bilmərik. Yaxşımı? Bəli. Hə, bildim Misir müəllim. Çox sağ Buyurun. olun. Günel Rəhimova var, buyursun. Günel hardadır Günel? Aha, Salam, hər vaxtınız xeyir olsun. buyurun. Təşəkkür edirəm bu gözəl təlimə görə. Təlimimizin adı müasir dövrdə müəllimin roludur. Və əlbəttə müasir dövr varsa, müasir şagird də var və zamanə uşaqları deyirlər də belə el arasında desək. Biz də bilirik ki, mənim özümdən götürürəm ki, oxuduğum məktəbdə və mənə təhsil verən müəllimlər hal-hazırda da həmin məktəbdə varlar, çox hissəsi onlar təşkil eləyirlər. Bayaq Misir müəllim çox gözəl bir nüansa toxundu ki, əgər istəyən insan hal-hazırda belə necə deyim, süni intellekt vasitəsilə də müəyyən bilikləri öyrənə bilər. Ancaq bir məsələ var ki, müəllimlər müəyyən müddət ərzində sertifikasiyadan keçirlər. Bilik, bacarıqları yoxlanılır. Bu çox gözəldir. Yaxşı, bunu bildik. Bəs müəllim
Belə bir şey olmalı deyilmi sizcə ki, müəllimin psixoloji və emosional durumu da yoxlanmalıdır? Çünki müasir təhsildə mən belə düşünürəm ki, ilk öncə müəllimin bacarıqlarından, biliyindən öncə onun psixoloji və emosional durumu öndə olmalıdır ki, indiki dövrün uşaqlarına da təhsil verməyi bacarsın, onlarla dil tapmağı bacarsın, sinifi idarə eləməyi bacarsın. Siz necə baxırsınız bu məsələyə? Dövlət bu yöndə tədbir görməlidirmi? Məsəl üçün müəllimlərin sırf bu cəhətdən təlimlənməsinə, sonra həmin bu aldıqları təlimə görə imtahan verib məktəblərdə çalışmağına. Mən belə düşünürəm ki, bu olmalıdır. Həm bir valideyn kimi, özüm də bir pedaqoq kimi düşünürəm, bu mütləq olmalıdır. Yoxlanmalıdır. Bir insan əgər şagirdlə işləyirsə, uşaqlarla işləyirsə, bu mütləq olmalıdır. Və siz necə düşünürsünüz? Bu məsələ necə yanaşırsınız? Günel xanım, sizin fikirlərinizlə mən tam razıyam. Yəni oxuduğum Quran olsa belə bir məsələ var ya, atalar məsələsi var ya. Sizlə tam razıyam, ancaq məsələn, əgər sertifikasiya imtahanında bu qədər ciddi problemlərlə qarşılaşırıqsa, mənə belə gəlir sizin dediyiniz məsələləri yoxlayanda daha ciddi problemlərlə qarşılaşacaq. Görəsən onu biz məktəbin və müəllimin təhsilin xeyrinə elə belə olsa çox yaxşı olar. Mənə belə gəlir ki, müəllim üçün ilk növbədə onun o psixoloji vəziyyəti, onun o müəllimliyə hazırlığı çox ciddi məsələdir. Yoxlansa yaxşı olar, ancaq onu da yoxlayanda bir 50 min müəllim də oradan kənarda qalacaq. Bax, indi o da var ha, bilmirəm onu ədalətlə apara biləcəklərmi? Olsa yaxşıdır. Olsa çox yaxşıdır. Tək ədalətlə onu eləyə bilək. Eləyə biləcəyimi? Və o sual doğurur da, bilmirəm orası da. Olsa Çünki çox yaxşıdır. Çox gözəl savadlı müəllimlərimiz var. Ancaq bu uşaqla işləməyi bacarmırsa, psixoloji, emosional durumu müasir uşağın anlaya bilmirsə, həmin məncə o savad da kölgədə qalmış olur və uşağın da bir növ işığı sönmüş olur. Yəni Razıyam əgər sizlə. Allah ki oxuyar, işıq sönmüş olur. 100% sizlə razıyam, 100%. Çox sağ olun, Evet. təşəkkür edirəm. Sağ olun. Başqa sualı olan yoxsa yavaş-yavaş yekunlaşdıraq, çünki vaxtımız da məhduddur. Bir dənə bax Xeyir burada olsun. Dünya xanım görürəm, Təhməzova. Axşamınız xeyir olsun. Buyurun. Mən Qəhrəmanova Xəyalə. MİQ imtahanına hazırlaşıram. Özüm də ibtidai sinif müəllimiyəm və Müstir müəllimə ilk öncə demək istəyirəm ki, yəni mən özüm də ziyalı ailəsində böyümüşəm. Babam Maşallah. 30 ildən çox məktəb direktoru olub. Sizin yəni həm o dövrdən bəri sizin strategiyanızın vurğunu olmuşuq. Həqiqətən sizinlə təhsil bir başqa gözəl bir özəl olub. Sadəcə bir şey vurğulamaq istəyirəm sizə Müstir müəllim. Hal-hazırda MİQ-ə hazırlaşıram. Yəni siz özünüz də MİQ-in çətinliyindən hər halda xəbəriniz var. Və imtahanı gedib verən müəllimlərimiz var ki, 90+-la yəni kənarda qalırlar. Vakans yeri olmur. Bu nə dərəcədə doğrudur? Yəni müəllim bu qədər əziyyət çəkir. O yerə gedib keçir, o imtahandan keçir, amma çöldə qalır. Bu nə dərəcədə doğru, ədalətlidir? Yəni bu barədə fikirlərinizi bilmək istəyərdim. Fikrim mənfidir, nə olacaq qızım? 90 bal toplayıb keçməyən nə deyim? Çox pis. Bir Çox də pis. Müstir müəllim, bir dənə bir şey vurğulamaq istəyirəm. Məsələn, keçid balı 40-dır. Müəllim 70+ yığıb və yaxud 80+ yığıb. Gəlir məsələn Gəncədən düşür Sabirabada, Neftçaladan düşür Sabirabada. Olmaz ki, o Neftçalada, məsələn Gəncədə elə öz rayonuna yaxın bir kənddə olsun da. Yəni o boyda yeri gəlməkdənsə, yəni bunlar da biraz adamı ruhdan salır, istəməz bir müəllim olaraq. Nəzərə alınmalıdır hökmən, mənim fikrimcə. 100%. Yəni bu çox yəni mənfi xüsusiyyətlərdir. Çox mənfidir, Təhsilimizdə bəli. həqiqətən çox mənfi xüsusiyyətlərdir ki, Bilirsiniz, yəni bir insan şey də var da qızım, bir şey deyim. Bəli. Məsələn, Türkiyədə və dünyanın bir çox ölkələrində müəllimlik dövlət qulluğudur. O Bəli. zaman mən çox çalışdım. Cənab Prezident qərar da verirdi, nəsə sonra həyata keçmədi. Və orada elə bil artıq cəmiyyət qəbul edib ki, məsələn, 5 il bir yerdə işləyəndən sonra müəllimi göndərirlər başqa yerə. Belə şey də var ha. Ancaq biz ona hazır deyilik. Bizim cəmiyyət ona hazır deyil. Elə şey də var. Aydındır Müstir müəllim. Buyurun. Çox sağ olun, təşəkkür Sən edirəm. yekunlaşdıraq deyirsən? Bir xanım da sualını versin, Buyursun, yekunlar. buyursun, buyursun. Sara Qasanova buyursun.
Sara Qasanova. Həsənov olar da yəqin. Gülşah Axşamınız da xeyir, görür. hamınızı salamlayıram. Hörmətli Misir müəllim, çox sağ olun təlimimizə, dəyərli fikirlərinizə görə. Mənim sualım belədir ki, müəllimin müasir dövrdə və yaxud ümumi olaraq təhsil dediyi dövrdə şagirdlərin tərbiyəsində nə dərəcədə məsuliyyət daşımalıdır? Çünki valideynlərin çoxsu uşaqları məktəbə göndərərək onların sosial davranışların pozulmağının düzəlməsində sırf müəllimə yönləndirir ki, bu müəllim bunun hamısını eləməlidir. Nə dərəcədə bu hər şey müəllimin üstünə yüklənməlidir? Bu sizin bu sualınıza biz hörmətli Azər Həsrətlə böyük bir tədbirdə bir yerdə iştirak edirdi. Orada gözəl sizin suala cavab verdi. Kaş orada olaydınız, onun cavabını eşidəydiniz. Mən əvvəldə də dedim, mənə belə gəlir ki, əgər bütövlükdə bu işi 100% desək, o 100%-in 60%-i ən azı valideynin üzərinə düşür. Valideyn bilməlidir ki, məktəbdən də, müəllimdən də cavabdeh o valideyn özüdür. Çünki uşaq gecə evində yatır, axşam evinə qayıdıb gəlir, uşaq onun uşağıdır. Yəni təəssüf ki, bizdə valideynlər elə bilir ki, elə uşağı dünyaya gətirdi, qutardı, getdi. Elə olmamalıdır. Bəli. Elə olmamalıdır. Birinci valideyn. Çünki uşaq onun evladıdır da. Bəli. Bəs valideyn, müəllim və şagird üçbucağını necə düzgün yaradıb formalaşdırmaq olar ki, həmin bu təsiri düzgün istifadə etmək? Onu da valideyn komitələri Mənə belə düşünür. gəlir ki, müəllimlə valideynin səmimi münasibətləri olmalıdır. Səmimi, açıq münasibəti olmalıdır. Tez-tez görüşməlidirlər, çəkinməməlidirlər. Təəssüf ki, valideynlə müəllim görüşəndə çoxu deyir ki, rüşvət verməyə gəlir. Çox təəssüf ki. Valideynlə müəllim daimin telefon və yaxud da görüş əlaqəsində olmalıdır. İnkişafın əsas mənə belə gəlir ki, fundamenti ondan ibarətdir ki, valideynlə müəllim nə qədər bir-birindən səmimidirlər, nə qədər bir-birindən və valideynin yanında müəllim haqqında bir kəs mənfi fikir söyləməməlidir. Haqqı yoxdur qətiyyən. Yəni, bir-birinə qarşılıqlı hörmət şəklində olmalı. Olmasa heç şey alınmaz. Əgər valideyn gəlib məktəbdə müəllimlə dava eləyəcəksə, heç bir təlimdən və təhsildən söhbət gedə bilməz. Valideyn gərək müəllimə öz qardaşı, bacısı, evladı kim baxsın. Başqa ola bilməz ki, və bunu müəllim deyirsən. Biz kənddə oxuyanda müəllimə, müəllimin bütün təsərrüfat fəaliyyətini kəndin cəmaatı öz üzərinə götürürdü ki, bu mənim uşağımın tərbiyəsi ilə, təhsili ilə məşğuldur. Mən icazə vermərəm, bu geçsin kənddə ot yıxsın, məsəl üçün. Qarşılıqlı hörmət olmalıdır, hökmən. Düzdür. Çox sağ olun. Siz də sağ olun. Bir xanım da var, Rəqsanə Yunusova, buyurun. Lap əvvəldən görmüşdüm, onun adını da çəkmişdim. Rəqsanə xanım, buyursun. Axşamınız xeyir, Misir müəllim. Sizi bir daha görməyimizə çox şadıq. Həsən bəy bizi bir daha Misir müəllimlə görüşdürdüyünüz üçün təşəkkürlər. Çox gözəl fikirlər söylədiniz, Misir müəllim. Müəllimələr də çox maraqlı suallar verdi. Biz hər şeydən danışdıq. Son vaxtlar belə bir, məsəl üçün, məni müəllim olaraq narahat edən bir məsələ var. Şagirdlərdə səliqəli yazı vərdişlərinin artıq yox olması. Yəni, bu bizi narahat etməlidirmi? Bilirsiniz necədir? İmla, yadınızdadır şey yox, imla yox. Hüsnü xətt. Bəli, bəli. Kimin yadındadır hüsnü xətt? Mənim yadımda. Düzgün hüsnü xətt Kimin yadındadır qaydaları. hüsnü xətt? Hamımızın. Hamımızın yadındadır. Hamımızın yadındadır. Bugün ibtidai sinif müəllimələrinin özləri çoxsu, yəni mənim qarşılaşdıqlarımın demək olar ki 60%-i özləri düzgün hüsnü xətt qaydaları ilə yazmır. Və biz bilirik ki, ibtidai sinif uşaqlar düzgün yazı vərdişlərini ibtidai sinifdən götürür. Bugün müəllim özü düzgün hüsnü xətt əməllərinə, qaydalarına əməl edə bilmirsə, uşağa necə düzgün hüsnü xətt qaydası öyrədəcək? Razıyam sizdən, 100% razıyam. Bizi narahat etməlidirmi? Yəni bizi narahat Yadınızdadır mı? Hüsnü xətt dəftəri var idi.
Bəli, bəli. Belə çəpinə o kvadratın içindən kənara çıxa bilməzdin. Bəli, bəli. O zaman yadınızdadırmı? Pero var idi. Pero deyirdik. Onu Azərbaycanda nə deyirlər? Qələmdir də o pero. Yox, qələm ayrı şeydir. Lələk. İki cür pero var idi özdə biz o vaxtı. Biz Lələkdir də o pero. rəngi nədir? Mürəkkəb qələm. Mürəkkəb qabını, xüsusi qabı var idi. Bəzən üstümüzə tökülərdi. Onu aparar. O devr var idi. İndi Şarikov çıxıb bütün xətt məsələsi təəssüf ki, aradan çıxıbdı. Çox da. Özə Yəni indi bu neçə il olur? Bəlkə də bir 30 il zad ola bəlkə də. İndi məktəbdə Yəni müəllimlərin özünün çoxsunun xətti o qədər bərbaddır ki, uşaq Həkim ondan xətti baxıb kimi, nə hə? öyrənəcək. İndi MİQ-də şifahi imtahan götürürlər, müsahibə götürürlər, test götürürlər. Bəlkə elə MİQ-ə bu düzgün yazı qaydalarını da müəllimlərdən imtahan etsinlər. onda 100% müəllimin hamısı kəsiləcəkdir. Burada keçən çətin olur. O görə hələ başımıza nə iş gəlir? Onun da əlavə fən kimi salsam müəllimlər bir təhsil. Dediğin haqlıdır. Çünkü o da bir güzel bir şeydi. Daha Hüsnü Xətt fənni. Heyf keçdi daha. Yəni yazı da bir mədəniyyətdir. Əlbəttə mədəniyyət. Əlbəttə mədəniyyət. O zaman əsas adamların yaxşı xətti var. İndi yaxşı xətti görəndə mən elə bir o köhnə zamana qayıdıram. El adamlar var, onu saxlayıblar. Qəşəng yazırlar, gözəl yazırlar. Nəysə. Sevinirik gözəl xətt görəndə. Gözəl xətt görəndə sevinirik. Bəli, mən də sevinirəm. Təəssüf ki, çox az görünür. Bəli, Düzgün çox deyirsən. təşəkkür. Çox sağ olun, təşəkkür edirəm Müsir müəllim bugünkü Siz də sağ görüş olun, üçün. var olun. Allah Hər köməyiniz zamanki kimi olsun. çox gözəl webinar oldu. Çox faydalı və yararlandıq. Təşəkkürlər vaxt ayırdığınız üçün. Bir neçə Həsən arzumu bəy, bildirmək Aytaç istəyirəm. xanım, Bir neçə sizə xüsusi arzumu. Çox təşəkkürlər. sağ olun. Həsən müəllim, birinci canınıza yaxşı baxın, sağlam olun. Hökmən. Sağlam olmasanız, Allah eləməsin, heç bir təhsildən, müəllimlikdən, məktəbdən. Birinci sağlamınıza fikir verin, vaxtında. Xahiş edirəm, yeməyiniz, içməyiniz, yatmağınız, durmağınız, gimnastikanız və s. və ilaxırı. İkinci tövsiyəm odur ki, bir-birinizi dəstəkləyin, xahiş edirəm. İrəli gedənin arxasından itələyin, qoyun qabağa geçsin, geri çəkmin. Çox xahiş edirəm. Bir-birinizi müdafiə edin çətin anlarda, kömək edin bir-birinizə. Allah hamımıza kömək olsun, Allahın nəzəri hər zaman üzərinizdə olsun. Yadınızdadır, vaxtilə məni istəməyən adamlar məni Allahsız kimi qələmə verdirmişdilər. Almaz xanımı yadımda olar. Məktəbli forması yadınızdadır. Bəli. Allah sizi qorusun. Yadımdadır, nazirlikdəydi onda, bəli. Mənim üstümə bilə-bilə hücuma göndərirlər, görsünlər mənə bir şeylə. Allah qorudu, qalmışıq bu günə, şükür Allaha. Mən Allah sizi Allahımdan da qorusun. razıyam. Bəndələrdən də razıyam. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Evdə ailə üzvlərinizə mənim hörmət ehtiramımı bildirin. Səmimi salamlarımı çatdırın. Burada bir balaca bala görürəm. Onun üzündən öpün. Fatma İslamlı. Elədir mi bu? Bir balaca qızın şəklini görürəm mən, ha? Həsən, sən görürsən? Görürəm, hə. Fatma İslamlı. Şəklini qoyublar. Kiminsə yəqin nəvəsi deyər şu an. Profilinə qoyub, bəli. Bəli, üzündə də bayraq şəkli var. Bəli. Nəysə, sağ-salamat qalın. Gecəniz xeyrə qalsın. Gecəniz xeyrə Olun, qalsın. çox maraqlı Fatma webinar xanım, oldu. məndən dostuma salam söylə. Çox sağ olun. Çox sağ olun. Müsir müəllim, gecəniz xeyrə qalsın. Gecəniz xeyrə qalsın. Sağ olun. Edirik səmimi söhbətiniz üçün sağ olun. Yenə görüşər, ya Allah qoysa. İnşallah. Gözləyirik Müsir müəllim. Tez-tez edin belə webinarlar. Bizim üçün çox Valla mən xoş həmişə oldu. hazıram. Harada desəniz, indi biraz da imkanım çoxdur. Hara desəniz gəlməyə hazıram. İnşallah fevral ayının Çox 21-i xoş. görüşəcəyik. İnşallah yəni də Həsən, görərik. təşəkkür edirəm Həsən. Çox sağ ol. Sağ olun Müsir müəllim, var olun. Sağ ol. Allahın amanında çox sağ olun. Sağ Gecəniz olun. xeyrə Xeyrə qalsın. qalsın. Sağ olun. Həsən bəy, təşəkkür. Misir müəllim, var olun. Sağ olun, Sağ olun. Almaz xanım. Sağ olun.